Ulu Tanrı inadı ilə. Allaha min mərtəbə şükür olsun ki, bu gün də bizə ömür verdi. Eləyə bilək cəhalət mühəndisliğinə qarşı türkçə kitablarla tanış olaq. Və bildiyiniz kimi dünəndən bunun adını da dəyişdirdim, daha yaxın bir ad qoydum. Beyin mühəndisliğinə qarşı türkçə kitablar deyə proqramın adını çevirdim. Bu üçüncü ad olacaqdı ki, buracan qoymuşuq. Umaram ki, getdikcə adamın beyni, kitab oxuduqca beyni değişir təbiətən, baxışı değişir, görüşü değişir, anlayışı değişir. Onun üzü ilə mən də değişirəm, yəni adı da değişdirirəm. Və bu zaman içində normalda yazarları, filsufları, araşdırmacıları öləndən sonra şey eləyəndə, onların üstündə axtarış yapanda, onları araşdıranda düşüncələrini deyərlər, məsələn, bu yaşamların əvvəl dövrəsinin yaşamının düşüncələridir, bu orta dövrəsi, bu da son dövrəsi. Biz də o cürsi o vəziyyətdə gedirik. Bildiyiniz kimi, buracan 500-dən çox türk dilində əlyazma kitablarla tanış olmuşam və hərəsindən bir neçə səhifə oxumuşam. Dünənləri bir gözəl kitabla Həqiqətü Səəda adında dedik ki, Aşura və Kərbəla macərası haqqında əlbəttə çox öncədən başlayır, peyğəmbərlərdən başlayır, Həzrət Peyğəmbərdən, 4 xəlifədən, Həzrət Əlidən, İmam Həsən, İmam Hüseyn və sonra da Kərbəla məsələsinə yetişir. Belə bir məqtəldir adında Həqiqətü Səəda bir neçə kitaba müraciə eləyibdir, bir kitabı əsli tutubdur, Rozətü Şühəda adında. Deyir ki, onun üzərinə ayrı kitablarda da nə yazılıbdır ki, bu kitabda yoxdur, onları da toplayıb bu kitaba. Hər halda yazan çox böyük bir şəxsiyyətdir türklər üçün, özəlliklə Azərbaycan türkləri üçün çox önəmli şəxsiyyətdir və Muhammed Füzuli Həzrətləri Allah rəhmət eləsin, ruhun şad eləsin, ruhun bizə duacu eləsin, duaçı eləsin. O kitabı dünənləri oxuduq, bir neçə səhifəsin, tarixində oracan ki, mümkün idi, topladıq və yazdıq. Bugünkü kitabları ki, daxşıraşı bu günləri şansımıza hangi kitabdır? Əlbəttə, dünənləri o kitabı açmışdıq, amma fürsət yetişmədi. Keçənki cələsədə onu oxuyaq. Bu cələsədə görək ki, əcəba onu hangi kitab şansımıza gələcək, ya hangi kitablar şansımıza gələcəkdir. Dünən də Həqiqətü Səəda oxuduq. Qəribnamə-i Aşıq Paşa, bunu açaq və ha belə, burada indi 4 kitab açıldı. Aşıq Paşa da Töhfətül Farisin, bunu oxumuşduq. Həqiqətü Səəda, bunu da dünən açmışdıq. Tamam, bu o olsun. Bugünkülərdən görək, Nəvai deyə bir şairdir. ehtimal verirəm. Hər halda bunu da açıram, 2 kitab olsun, görək ki, şansımıza bunlarda nə çıxıbdır. Keçmişdəki günlərə tay, bu gün də kitabın PDF-in kiçiklədirik, görək ki, bu kitab nə cür yazılıbdır, nə cür saxlanıbdır, kağızı nə durumdadır. Təbii ki, biz əksinə baxırıq, əksi kitabın özü kimi göstərməz, amma yenə də bir hesatda olmasa, tamam, bunu şey eləmək olar. Biraz anlamaq olar, görüşmək olar. Kitabın baxırıq, əlin cildinin əksini qoymayıbdır. İçəridə birinci cildi ki, yapışıqdır kitaba, onu görürük, cırılıbdır. Bəllidir ki, bunun şirazəsi, yəni kitabın səhifələri daldan yapışan yeri ehtimalən çox şey görübdür. Amma gəlirik birinci səhifədə kitabın adı olan yerdə çox bir gözəl bir nəqqaşi deyim, nə deyim, bundan qarşıya yox ki, mən bunun tayın fikirəm bəzi Quranlarda görmüşdüm. Çox əla bir vəziyyətdə bunu nəqqaşlıq eləyiblər, tərrahlıq eləyiblər
bunu qeydib keçərlər, görürük üstün oxuya bilirik ya yox. İkinci səhifədə görürük ki, o xətt ilə yazılıb ki, normaldır. O xətt ilə Quranı yazarlar və bu Osmanlıda deyil bu kitab qətən. Ehtimal verirəm ki, Azərbaycan torpaqları Azərbaycan dövlətində də deyil. Çünki Azərbaycan dövləti dedikdə çox böyük dövlətdir. İran deyilən dövlət onun bir kiçik parçasıdır. Yəni Azərbaycan dövləti və Azərbaycan torpaqları keçmişdə bugünkü Əfqanistan, Pakistana da gedə bilirdi. Bu tərəfdən Bəğdada da gedə bilirdi. Üstdə də bu tərəfdən batı tərəfindən hətta Gürcüstanı da keçirdi. Bugünkü Türkiyənin də bir çox yerinə gələ bilirdi. Zamandan zamana dəyişibdi. Hər halda onun da xəttinə bənzəmir, onun dövrəsinə bənzəmir. Eyni halda Buxarada və Səmərqəndidə ya belə əslində desək Əfqanistanda olan türklərin dövründə də yazılan kitablara nəqqaşəsi bənzəmir. Bu iki bölümdən ibarətdir. Bir Bismillahirrahmanirrahimin çərçivəsidir, gözəl nəqqaşə iləndir. Bir də onun üstündə bir dənə aynı elə o Bismillahirrahmanirrahim bir dənə orada bir şey var və üstündən də bir şeylər gedir güya. Yəni Osmanlıdan da bir şey vardı. Rəngi türklərin işlətdiyi rəngdir, amma fərqlidir. Gəlir burada ayələr kimi başlayıb yazmağa. Yəni mən belə görürəm ki, bu kitab ayələr kimidir. Hər ayənin Quranda sonunda bir dairə qoyurdular, bir cüləksi çəkirdilər, bir şey qoyurdular. Bu son zamanlarda da 1, 2, 3, 5 ədəd yazırlar. Burada da görürük ki, hətta onlardan da çox belə gözəl bunu nəqqaşlıq edib. Hər cümlədən sonra ya hər virgülün yerinə, ya nöqtənin yerinə bir yekə bir dairə kimi, amma o dairə ulduz da deyil, amma ulduzdan ilham alaraq bir o cür bir şeydir. 2, 4, 6 cüşəli və içi də tozaşdan güldür, rəhlənib, hər tərəfi də rəhlənibdir, calibdir bu. İkinci səhifədə də həm o var, həm də gül var. Yəni bəzi yerdə ondan qoyublar, bəzi yerdə gül qoyublar. Bu nə deməkdir? Bunlar da əlbəttə birinci səhifədə də onu gördüm. Bunları baxmaq və görmək lazım olacaq nədir? Bir dənə iş ki görübdür, bu kitab əl yazması çox əla bir əl yazması vardı ki, İnsaf Əli Hidayət kimi türk dilində savadsız bir insan, təcrübəsiz bir insan eləyə bilər bunu oxusun. Bu birinci. İkinci bu ki, tamam hərflərin üstündə onun səsin ə, e, ö, a, i, u səslərin qoyub da hətta təşdidi də ehtimal verirəm qoymuş olsun. Görmürəm, amma əgər görsəm deyərəm. Səslərin qoyubdur və bu deyir ki, o gün ki o kitab yazılıbdır, o gün o kitabın ədəbi, o türklərin o yazılan yerdə ədəbi durum nə isə onun üzərində indi biz bunu oxuya bilərik. Biz indiki hər kəsin öz coğrafiyasında, öz yaşadığı torpaqda olan ləhcə ilə bunu oxumaz. Bu da standart, buna deyirəm ki, standart olub. Türk ədəbi dildə standart olubdur, səsini qoyublar, çox gözəl. Bu da bir məsələdir. O birisilərə keçək, aynı vəziyyətdə davam eləyibdir. Dedik, dövrəsində çərçivəsi vardı və bu çərçivə 1, 2, üstdə deyə biləm ki, 3 dənə rəng ilə çərçivələnibdir. Ondan sonra getirik 3-cü səhifədə görürük ki, şeir yazıb ərəbcə, şeir yazıb türkcə ya ayrı rəngidə, iki rəngidə elə nəzərə gələn bir qərədir. Bir də onun üçün rəhləyibdir yazıların. Önəmli yazıları, mühüm yazıları o cürsi içi rəngili, dövrəsi də qərə ilə yazılmış vəziyyətdə. Onları da yenə salıbdır çərçivə içinə. Hər mətləbi ki ayırıbdır, onu salıb çərçivə içinə. Aynı vəziyyətdə davam edir və bu cürsə gedirik. Kitab 287 səhifədən ibarətdir ki, bunu 2-yə çarpacağıq. Çünki hər PDF-in səhifəsində 2 səhifəni qoyduğu üçün bunu dediyim kimi 2-yə çarpacağıq. Yəni onlar 600
İndi bunu gərək gedən mən ora mənim savadım biraz zəifdir. Deyək ki, kitabın səhifəsi 287, bunu çalsaq 2-yə 574 səhifəlik bir kitabla əvvəl kitabın adı, bunu deyim xidmətinizə ki, yadımdan çıxdı. Üstə yazıblar ki, Qəribnamə Aşıq Paşa. Beləsi bir şey deyiblər. Adı Qəribnamə Aşıq Paşa. Burada aşığı eyninlə yazıblar. Aşiq mənasındadır. Bir də aşığımız vardı ki, uzan ya saz çalanlar, oxuyanlar qavramını daşır. O da əlif ilə yazılır çox yerdə. Səfhə sayda oldu. Tarixin burada yazaq. Sonra taparıq. Səfhə sayı 574. Kitabın səhvələri çox olduğu üçün onu çox getməyəcəyik o cürsə. Amma burada görürük ki, məsələn, Qurandan aldığı kəlmələri də yenə də yekə yaz, qalin yazıbdır. Dövrəsin qərə, içində rəhli. Ona görə qalin görsənir və fərqli görsənir. Çox fərqli. Dedim, bu kitab nədən isə mən gördüyüm kitabların hamısından bunun içinə çox zəhmət çəkilmiş. Əlbəttə, bir-iki kitab var ki, bundan çox zəhmət çəkilmiş, amma bu da çox zəhmət çəkilmiş bir kitabdır. Görürük, səsləri tamam kəlmələrin üstündə, hər hərfin səsini də qoyubdur. Kitabı burada gördük, şirazəsi cırılıbdır. Bunu da gördük. Əlbəttə, bəzi yerlərdə yapışıqdır. O dostlar ki, şirazəni tikili kitablardan bilirlər, onlar tanışdılar, bilirlər ki, nə deyirəm, amma onlar ki, təsbih kitabından tanışdılar. Bundan təbii ki, biraz yapışqanla tanış olan dostlarımız biraz çətinlik çəkərlər bunu düşünməyə. Hər halda önəm daşımır orası. Mühüm budur ki, bu kitabın xətti çox gözəl, standart, çərçivələr çox gözəl, bəzi yazılar, ayələr yoğun və içrəhli yazılması əslində elə bir ki, məsələn, bir rəhli midadla yazıblar, sonra onun dövrəsini qərə midadla yazıblar. Çox gözəl bir şey çıxıbdır ortaya. Nəzərə gələn şeirdir bunun çoxu, çünki mən görürəm misrələrin arası, yəni misrə görsənir, misrələrin arasıdır. Heç diqqət eləmirdim, amma burada diqqət elədim, şeirdir, çünki misrələrin arası əvvəldən buracan gəldiyimizə qədər görürəm ki, xətt çərçivə misrələrin də arasında var və o zaman ki, şeir qutarır, o birisi şeirin adı orada iki rəngli yazılır, çox bir gözəl bir vəznlə. Bu kitabın Allaha şükür olsun, bu kitab çox salim qalıb, amma əvvəldə gördüm haradadır, biraz sürətini çoxaldıram ki, gedək və qaydaq əvvəldən başlayaq bunu oxumağa, görək ki, kitabın sonuna gəldik. Əgər diqqət eləsəz, fi cüz və yətluhu fil cüz elə bir ki, bu Qur'anın şeyidir. Əl-Babu Samini Fis-Səmani. Samin 9-cu babdır. Yəni, bunu mən diqqət eləməmişəm. Elə bir ki, və yətluhu fil cüz-İs-Sani, yəni, elə bir ki, bu Qur'anın təfsir edir, məsələn, bilmirəm. Beləsi bir şey. Burada gəldik kitabın sonuna. Sonunda cildi görürük. Cildin üstündə bu cildin ağzı da eyni çift kimidir zahirən. Burada görürük ki, çox gözəl buna bir nəqqaşi çəkiblər kitabın üstündə. Və bu tərəfdən kitabı eninə yatırıblar. Tacaşdan bu kitabın üstünü görürük ki, üstündə çox belə zərif bunun işləyiblər dövrəsində. Ortası da ayrı bir şey, yəni çox zərif işləməkləri var və son
cildin sonunda da yenə də görürük ki, bilmirəm bu cildin üstüdür, bu abı olan ya cildin sonudur. Yəni cildin əvvəlimci cildidir, yoxsa axırıncı cildidir. Onu bilmədiyim üçün orada olmur. Amma burada kitabın adın yazıbdır. Kitabın cildinin üstündə adın yazıbdır. Mən bunu gərək çevirəm ki, oxuya biləm. Əl-cüz'il əvvəli min kitabi. Bunu yekəldim ki, oxuya bilim. Əl-cüz'il əvvəli min kitabi eşqnameyi və divani Aşıq Paşa. Calibdir. Bu cüz-i əvvəl. Yəni uzun bir şeydir bu. Bunun kitabın adı Eşqnamə. Aşıq Paşa yazıbdır orada. Tamam o düzdür. Divan. Pəs kitabı. Cüz-ül əvvəli kitabı. Calibdir. Bu birinci cildidir yəni hələ. Pəs kitabın adı Qəribnamə deyil dostlar. Bu iki kitabın özünün cildinin üstündə yazıblar. Yazıblar ki, eşq ayrı-ayrı yazıblar. Eşq ilə naməni də ayrı yazıblar. Kitab-ı Eşqnamə və Divan-ı Aşıq Paşa. Yəni əsl ad budur. Kitabın özünün cildinin üstündə bunu yazıblar. Amma gedək kitabın özünü oxuyanda görək ki, nə yazıb. Qeyddir kitabın əvvəlinə. Kitabı indi əvvəlində o ki demişdik, görək ki, bunun nə cür yazıblar. Bunu yekəldik, görək bunun nədir burada yazıblar. Yenə burada oxunmur, amma mən çalışıram oxuyam bu şeyin üstündə. Cüz-ül əvvəli bu nədir? Aşıq Paşa, divan. Burada divan yazıblar. Min divan Aşıq Paşa. Yəni, kitabın cildinin üstündə o şey ki yazılıbdır. Ehtimalən bunu o cildin üstündə yazan götürübdür, bir ayrı bir şey yazıbdır. Amma burada yazıbdır ki, cüz-ül əvvəli min divan-ı Aşıq Paşa. Burada da divan yazıbdır. Pəs iki dənə deyək ki, biz burada adla Divan-ı Aşıq Paşa. Tamam, burada zorla oxuduq, amma oxuduq bunu. Görək bunun, indi ortada bir dairə var. Bu dairənin dövrəsində də bir Quran ayəsi vardı. Mən indi bunu hardan oxuyacağım, onu bilmağım mənə zor olacaqdı. Amma görək ki, La xaləqdim azim. Allahu la ilahe il-hayyil qayyumi. La bu o şeydir. Vəngəkatdır. Vəngəkat dediyimiz ayəni bu məsələn deyək bir boşqab əksidir. Bu boşqabın dövrəsində bunu yazıblar. Ortasında bir ayrı bir şeylər yazıblar. Əcəba bunu oxuya bilirik yana bin xəzani المقر الأشرفي الكريم العالي المولوي الأميري الكبرى السيفي فقط سود أمير أهركبير و مانعی دلل Həm burada iki cürə yazı yazılıbdır. Mən oxuya bilmirəm. Deyirəm biri qırmızılarla yazılıb, hətta gülə də bənzir, amma ola bilər yazı olsun. Bir də onların arasında bunu yazıblar ki, Zalikəl məliküllə. Mənə bunlar oxuya bilmirəm mütəəssifanə. Oxuya bilmədim. Kitabın başında demişdik, divanı yazmışdı. O boşqab kimi dediyimiz ya orta şey dediyimiz onu orada yazıblar. Və xətmi bis-səlah əmmaləh və xətmi bis-salihati
a'malihi. Burada da belə bir şey yazıbdır aşağıda və xətəmə bis salihat ya və xətmun bis salihatil a'malihi belə bir şey deyə bu aşağıda yazılıbdır. Bu qıraqda bir dana möhür görürük, iki dana möhür görürük, oxuyamırıq. İki dana da burada qıraqda bu fərş kiminin ayrı bir nəxşəni buna yapışdırıblar. Çox cəlibdir, yəni görməlidir. Bunlardan da o incə sənətdə, nəqqaşlıqda işləyənlər ləzzət apararlar. Kaş ki, mən də onların ləzzətindən apara biləm. Kitabı bu cürsü qoyuram, çünki nəzərimə gəlir bu iki səhifə çox gözəl yazıldığı üçün ehtiyacı yoxdur. Bundan çox yekəldaq. Bismillahirrahmanirrahimi için qızılı ya zeytuni rənginə deyək yazıblar. Dövrəsini ağla xətləyiblər. İki rəhli olub. Bismillahirrahmanirrahim. Gözəldir. Bunu tozih verməklə deyə bilmərəm ki, nə cür yazılıbdır. Həmd-i vafir başladı kitaba. Bismillahirrahmanirrahimdən sonra həmd-i vafir və şükri mütekasirə və sənai bi haddu sipasi bi ad şül vacibül vücudə kim xaliq zəmin və asiman. Vacibül vücud bilirik də Allahın adını gətirməyə görə ədəb üçün. Onun nişanələrinə, əqlidən gələn sözə, biz İslam fəlsəfəsində vacibul vücudu bir dana dəlildir gətirirlər. Allahın olmağına, ona deyirlər ki, məsələn, bunu kim düzəldibdir? Deyək ki, mən kimin uşağıyam? Məni dədəminlə nənəmin uşağıyam. Dədəm nənəm kimin uşağıdır? O da dədə nənəsinin. O kimin uşağıdır? Dədə nənəsinin. O kimin? Ha, belə gedir. Deyir, sonunda bu bir yerdə, məsələn, deyək ki, kim yaradıb bunu? Biləxərə hər nə qədər gedəndən sonra sonunda bunun bir şey var ki, biləxərə bu kim? Biləxərə bu yerə yetişdik, bunu kim? Bir yerdə durmalıdır. O durmalı deyəndə bunlar deyirlər ki, məsələn, tazad fərziyyə ki, bingo bang-dir. Bing bang o qədər anlamsızdır ki, elə deyək, məsələn, təsadüf anlamsızdır. O qədər o anlamsızdır ki, elə deyək, Allah yaradıb, məsələn. Yəni, heç birisinə dəlil yoxdur ki, məsələn, Allaha necə dəlil yoxdur, Bing Bang'ə də o cür dəlil yoxdur. Bu bir şeydir, nəzəriyyə deyən adam yatıb xiyalına gəlib ki, belə desəm yaxşı olur, özü əslən məni vermir. Çünki məsələn, Bing Bang'in böyüklüyü nəyə çatdıdır? Bunu mən şeydən soruşaq deyək ki, Bingo Bang in böyüklüğü nə qədər fərz olunub. Görək ki, Bing Bang'in böyüklüyünə görə bir şey gətirir. Bu teoriyada böyük patlayış, Big Bang da müəyyən bir uzunluq və ya radius kimi qəbul edilmir. Çünki Big Bang bir nöqtənin başlanğıcda partlaması deyil. Məkan zamanın özünün başlanğıcı və genişlənməsi kimi başa düşülür. Yəni, həman ki, biz Allah deyirik, bunlar beləsi deyirlərdi. Əlbəttə, burada yazmır, amma zahirən deyirlər ki, çox kiçikdir. Bir dana qədim Bigran var idi, o Bigran yekəlikdə deyirlər. Klasik kosmolojiyada Big Bang anında bütün kainatın ölçüsü zeroya yaxın sayılır. Yəni, İngiliscəki sıfır yazılır. Deyir ki, oradan başlanıbdır. Başlanğıc bir Z qədərdir. Z desək daha yaxşıdır. Bir Z ilə başlanıbdır. Yəni, ola bilər, məsələn, bu Z nədir oldu? Bir belə maddiyə çevrildi. Bu bir məsələdir. Harda partladı? Nə oldu partladı? Kim bunu yaratdı ki partladı? Yenə aynı sual olur.
Elə Allaha da soruşurlar aynı sualı, əlbəttə olur. Sıxlıq və temperature sonsuz kimi götürülür. Bu nöqtəyə singularlıq deyilir. Tamam, bunları ötürək geçsin. İstirdim fəqət onu deyəm ki, yəni o da hər halda fərziyyədir. Vacibul vücud orada yetişir ki, deyir, biləxərə bir yerə yetişir ki, deyək, ağa, bu yaradıcılıqların bir yaradıcısı olmalı. O olmasa bunlar olmaz. Ona biz vacibul vücud deyirik. Onu istirdim deyəm. Şul vacibul vücudə kim xaliqi zemin və asman və sani kövnü məkan və mübdi fələki dəvvar və müxtəri hər sakinu səyyardır. Sakin və səyyarə. Səyyarə hərəkət edən, sakin də durudur. Göylər, qənadil, qəndillər. Qəndillər bu beləsi mən sizə ərz eləyim. Buz ki, məsələn, bir yerdən əriyir, aslanır, donur, buz olur. Məsələn, damdan, navdandan, ona biz qəndil deyirik. Bəzən bəzi köhüllərdə, dərin köhüllərdə o cür bir şəkildə, amma onlar daş kimi, bir növ daşdılar, bir növ şeydə, onlara da qəndil deyirlər. İndi qəndil oradandır, yəni qənadil tafilə. Bu qənadil tafiləni özüm mən bilmədiyim üçün bunu görək, əslən bu qavramın mənası nədir? Qənadil ət-tafilə nə deməkdir? Qənadil yazacaqdım, iştibah yazdım onu təzəşdən. Tamam, təzəşdən göndərək ki, bu bizə tafilə idi də, düzdür? Tamam. Deyir ki, qənadil tafilə ifadəsi klasik ərəb İslam mətnlərində işlənən məcazi, mistik bir termindir. Sözbəsöz və mənaca belə izah olunur. Nə mənə? Sözbəsöz və calibdir. Lüğəvi təhlil. Qənadil. Qənadillər demək, yəni qənadillər cəmdir. Lampalar, işıq mənbələri. İşıq mənbələri, günləri olur burada məsələn. Ət-tafilə nə mənə deməkdir? Lətif sözündə əltaf sözündən gəlib. Pəs onda mən əlbəttə iki döndə əl-lətafilə. Kökündən, lətif kökündən lətif olan şeylərə aid. Tamam, buradan bildik ki, bu qənadilul lətif, bu şeylərə. Qənadil əl-tafilə aşıqlərin gönlünü safi və aydın edər. Aydın edər. Və ol rəhim ki məsabihi ətafilə. Məsabih ulduzlar, məsabih ətasilə, yəni ətafilə müminlərin mirat ayna, mirat qulubun roşən qılar. Cəllə cəlaluhu və əmmə nəvaluhu. Ondan sonra salati, salavati, zakiyat və təslimat, layiqlər. Şül mərqədi mütəhər və rozi münəvvər, xulasi mevcudat və nəqavi kainat. Nəqavə nə deməkdir? Lüğətləri də örcəşək da. Nəqavə sözü ərəb mənşəlidir və tam saflıq, arılıq, yəni bir şey arınır, ha, ona deyilir. Arınır, duruluq, arınıq, durunuq. Fəxr əvlad Adəm, qutbi avtadi aləm,
Avtad mıx deməkdir. Amma böyük insanlara, alimlərə, ariflərə avtad deyirlər. Yerin mıxı, düşüncənin, ruhun, bu cür mənada mıxı. Əlbəttə görün burada avtad nə mənası? Bunda dəqiq mənasını bilək. O mən avtad. Avtad sözünün vətəd sözünün cəmidir. Sözün ərəb mənşəlidir. Mənası payalar, mıxlar, dirəklər. Bu qədər görər. Allah bunu dağları avtad bilibdir yer üzündə. Mıx kimi, əlbəttə tərsə mıxdır da bilirsiniz. Mıxa biz mismar deyirik türkçədə. Mismar. İndi də Türkiyədə ismar deyə işlənir. Qutb-i avtad aləm mənbəül cudi vəl kərəm. Mənbə də bilirsiniz, yəni qaynaq. Əfsəhul ərəbi vəl əcəm. Sadiqun bil kizbi. Sadiqun bila kizbin. Sadiqun bila kizb. Sadiq yəni düz danışan, doğru. Bila kizb yəni yalansız. Bila kizb yəni hər cürə yalanı olmayan. Məsələn, mən yalan danışmaram, amma yalan danışıram. Yəni bəzən az da olsa yalan danışıram. Bu olur. Yəni amma deyir ki, Həzrət Məhəmməd mütləqa yalan danışmaz, heç cürə yalan. Amma biz olar, məsələn, uşaq məsələn soruşur ki, məsələn, baba sənin başında niyə tük yoxdur? Deyirəm, yel aparıbdır məsələn. Nəvəm məsələn soruşur da daima, məsələn bu yalandır, amma yalan da deyil, yəni bir şeydir, vəsətdə doğru bir söz deyil, amma yalandır. Sadiqun bila kezb Muhammed ibn Abdullah ibn Abdülmütəllib salavatullah və salamuhu aleyhi və iləyyə ihtimalən və alihi və ali salamuhu aleyhi və ali və əshabi üzərinə nisar olsun. Ondan sonra bil kim uləma-i şəriət. Uləma-i şəriət yoxdur. Uləma-i dinfuruş, din satanlar, dinçi alimlər. Bunlar dindən yaşırlar. Din bunların tükanlarıdır. O qədər də bu cinsi çoxaldıblar, satıblar ki, indi İslam dini Qur'anın milyon qatından çoxdur. Bil kim uləma-i şəriət və əbna-i təriqət və əshab-ı həqiqət və məşayix və awliya və əsfiya onlar kim mübariz din və sibai qabi yəqin. Siba gərək vəhşi olsun ya da ki görüm nə mənə. Sibai qabi din. Görək burada mənzur bu nədir? Siba əl-qayə Siba-u qabi din və ifadəsi klasik ərəb birləşməsidir və ərəb birləşməsidir və məcazi kimi oxunur. Nə mənədir? Lüğəvi təhlili Siba. Siba yırtıcı heyvanlar, şir, pələng, canavar və s. Əl-qabə və meşə olacaqdır. Bəli, meşə də yazıbdır. Söz, tamam, buradan görübdür. Qalanı dindəki dindir də o şeydir. Deyir ki, və awliya və əsfiya onlar kim mübariz din və sibai qabəyə yəqin, qabi yəqin. Burada çox bir əcib bir şey istəyir. Biri də mübariz dindirlər və sibai qabi yəqin. Yəqin meşəsinin canavarlarıdır, yırtılıcılarıdırlar. Bir dənə yəqin meşəsi, meşə varın, cəngəl, farsça cəngəl. Meşə, bu meşənin, amma bu meşə nə meşəsidir? Diqqət buyurun, məsələn, Qəradağ meşələri.
Qəradağ meşələrini məsələn nəzərinizdə alın, ya şimalda meşələr vardı, onları fikrinizə gətirin. Belə bir meşə, amma yəqin meşəsi. Yəqində ağaçlar var, bəzi şeylər bəllidir, bəzi şeylər bəllidir, içində qorxulu bir şeylər var, çölgələr var, heyvanlar var. Onun içində deyir ki, və sibai qabi yəqin, yəqin meşəsinin yırtıcı heyvanları. Wow. Və imami əhli iman. İmam öndə gedən adama deyirlər. Hər kəs ki qabaqda gedir ona imam deyirlər. Fərq eləməz. İmam cəmaət namaz qılır. Məsələn mən deyək ki familidə biri böyük olsa ona imam demək olar. Və imam əhli iman və müqtədai qafilə İslam dürlər. Hər biri öz nətayici, əfkar və baxın çox gözəl insandır bu adam. Deyir ki, hər biri, yəni bunlar ki adların saydığı, üləma-i şəriət, əbna-i təriqət, əshab-ı həqiqət, məşayix, ovliya, əsfiya, mübarizin və sibai qayi yəqin, qabi yəqin və əhli imam, əhli iman, müqtədai qafilə İslam, bunların hamısı. Bunlar hərəsi, hər biri öz nətayici əfkar və bədai əsrarından özləri əsrarları içində bir sırları açıblar, ya tapıblar, əl tapıblar, onlardan neyniyiblər? Bədai, yəni taza bir sirlərdən ənva-i rəsail, rəsail yəni biz bu günləri nə deyirik ona? Risalə deyirik, deyil ona. Məsələn, doktora risaləsi, nə bilim, fوق lisans risaləsi bu. Və kütübi və kitablar və kütüb ərəb və əcəm dili ilə təsnif edib ömri əzizlərin bu mənidə sərf edibdirlər. P-nı yazıb, B-nı edib deyil, edibdirlər. İndi Türkiyədə də bu cür deyilir, P-nı deyilir. Şul cəhətdən ki, müsəlmanlar şeytan cəngindən qurtaralar və bidət əhlini nə deməkdir? İslamda bilmirəm, bu bidəti niyə gətiriblər? Kim, hangi dədəsi rəhmətlik bu sözü gətirib ki, hər bir taza söz desən ona bidət deyirlər. Və bunun qarşısında dururlar, yəni pis bilirlər. Bu İslamda neçə yüzül belə bir şey yoxdur. Bu qavram yoxdur. O gündən ki, bu qavram çıxıbdır, müsəlmanlar dedim, mollalar bunu çıxardıblar, bu adam da deyir onu. Dedim, şul cəhətdən ki, müsəlmanlar şeytan cəngindən qurtaralar və bidət əhlini zülmət-i cəhlidən hidayət elmə dəlalət edələr. Ta kim Haqqı Subhanehu və Teala arifləri ilə mü'təmid sidq mən mü'təmid oxuram, amma bu ola bilər ayrı bir şeydə oxunsun, çünki bunun üstünə bir xət çəkiblər ya da yazıblar, bəlli deyil ki, bu nədir? Ariflər ilə mü'təqid də ola bilər, mü'təmid, mən mü'təmid oxuram çox, sidqi irfanidə ində məlikin muqtədir, məlik yəni şah, məlikin muqtədir güclü, müntəzimi olurlar, müntəzim olurlar, nəzmə düşürlər. Və şimdi şöyle bil kim bizim zamanımızda xalqın çoğu xalqın çoğu idrak maani necə kim gerektir edemez. Burada biraz gedibdi, ona göre biraz yubandım. Maani necə kim gerektir edemez. Məani o cür şeylər deyir, əğləb insanların çoxu bunu o cür idrak edəməzlər.
Ona görə idrak edəməz beləsi olacaqdır. İdrakla edəməz bir kəlmədir, mürəkkəb. Arasında məani necə kim gərəkdir, bunlar yerləşib onun arasına ta orada gələr. Yəni bir dənə görürük ki, türk dilində fiil mürəkkəbin bir dənə fiil mürəkkəbin ikisinin arasında bir ayrı kəlmələr yerləşdirir. Bir cümlə əslən yerləşdirmək olar. Bu da taza bir şeydir ki, mən burada gördüm. Adam işlədir günlükdə, amma bilmir ki, bu beləsidir. Və bəsatin mərifətdən, bəsatin bəsat və bəsatin mərifətdən bir gül dərə bilməz. Mərifət yəni bilmək, ürfdəndir, ərəfə. Hətta ürf sözündən gələndə, ürf sözündən mərifət hardan gəlir bizə? İndi bunu deyək. Mərifət yəni anlayış, düşüncə, biliş, bilgi. Tamam. Bunlar hardan gəlir? Bura bizə ürfdən gəlir. Ürf hardadır? Toplumdadır. Toplum nədir? İrfan da oradan gəlir. Bunlar hamısı o kökdən. Ürfdən gəlir. Ürf əslən mərifətin köküdür. Biz tamam filsuflar filanlar, bəhman özləri yaratmayıblar. Əvvəl bunun kökünü toplumda tapıblar. Bir yerdə biləxərə bir ulduz, bir qıvılcım qalxıbdır toplumdan, ürfdən. Bu ürfü olub da ərəfə gəlib olub mərifət, mərifət gəlib olub irfan. Bu cürüsü qeyişibdir, yəni o cürüsü düzəlibdir. Və bəsatin mərifət. Bəsatin, biz çox yerdə bunu 2 nöqtəli t ilə görməmişik, burada 2 nöqtəli t ilə yazıbdır. Məmulən bunu dəstəli t ilə yazırlar. Süfrə anlamındadır. Amma bu deyil, o anlamdadır. Və bəsatin mərifətdən bir gül dərəməzlər. Və bülbül avazın gülüstani. Burada yenə də o siliblər, bəllidir. Bunu bir şeydə gülüstan ləbində eşidəməzlər. Bir ücüdbiz, yəni deyək cərrahlıq kitabı ilə bunu mən bu ikinci yerdə görürəm, şək gelirdim, amma burada dahi görürəm, məsələn, üstə o kəlmə ki oxuya bilmədim, onu zora düşdüm, onu da nəzərimə belə qazıblar, amma burada qazma kamilən bəlli olur. Bir də o, dedik ki, məani necə kim gərək, o gərəkin də axirində onu gərəkəz edəməzlər. Orada biraz qazıblar. Onu da orada görmüşdüm. İndi bu ikinci yeri oldu. Hətta bəlkə üçüncü yeri oldu ki, burada kitabın bəzi şeyləri, əlbəttə yenə də aşağıda bir yerdə görürəm ki, qazıblar. Yenə də aşağıda bir yerdə, yenə də aşağıda bir yerdə. O, 4 yerdə bu səhifədə görürəm ki, qazıblar. Yəni, qələt yazılıbdır. Buna görə ki, xərab olmaya onu bir cərrahlıq bıçağı ilə yavaşcana üstün qazıblar ki, o yazını kitabdan götürüblər, amma kitabın özündə cırıblar. Adlıca kağızı qaşıyıblar da, qaşıyıblar, götürüblər. Və bülbül avazın gülüstan ləbində eşidəməz insanların çoxu. Zərurət iqtiza etdi kim biz kitab türk dilincə tərtib, burada tərtibin axirin bir şey yazmışmış, onu şey eləyiblər, siliblər, dediyim kimi. O da, biz kitab türk dilincə tərtib ola. Bu bir olacaqdır. Biz oxudum, qələtdir. Bir kitab bizim bir yazılır da, bir deyil, bir kitabı türk dilincə tərtib ola. Və bir qət ləfz mənzum ol tərtib üzrə düzülə ta nəfi am və xasə irəşə. Burada bir şeir yazır. Gözəl xəttindən iki rəngli bir yazıb şeir. Kiçikdir amma yazıbdır. Gərçi kim söyləndi bəndə türk dili. Bu yenə də burada bir şey yox. Gərci kim söyləndi bəndə türk dili illa məlum oldu mə'ni mənzili. Cün bəlasın cümlə, cün bilasın
cümle yol menzillerin 20 yıl sen Türk bu Türk tabün dillerin. İndi burada yine onu silipler. Yani o dediğim gibi kitabı qazıblar. Mən bunu kitabını oxuyardım, amma kitab şey olmadığı üçün ta b'nin nöqtəsi qalır, üstündə də o qalır, kafda ki şeylə qalır, o da nun oxunur. Şeiri bir də qeysəm oxusam, gerçi kim söylendi bu bündə, gerçi kim söylendi bündə Türk dili, illa məlum oldu mə'ni mənzili. Burada təşdidi qoyub. Əvvəldə demişdim təşdid, burada gördük illada təşdid var. Cün bilasın cümlə yol mənzillərin 20 il sən Türk tanın dillerin. Türk tabün dillerin. Əlbəttə burada heç birisində nə kitab mənası verir, nə də məsələn bu bir ayrı məna verməlidir. Çünki deyir ki 20 il sən Türk tabün dillerin. Məsələn bilmirəm nə olacaqdır, amma sən Türkün dillərin deyir biləsən. Bunu mən mənasını bilirəm, amma bu kəlmə orada nədir onu? Hər kim gönglü, səlim, əqli müstəqim olə, çün. İndi yenə burada silinibdir, olənin H varmış, H siliblər, olə. Səsin beləsi fəthi ilə qoyublar. Əqli müstəqim ola, cün bu kitabı mütaliədə afərinişdən məqsud neysə belə və cəmi əsrara müttəli ola. Gərək kim özün də küşvərə, özün dəgişvərə. Mən belə oxuram. Gərək kim özün dəgişvərə, dəgişvərə geri oxuyaq bunu, ya dəgişvərə. Elə şürə oxunacaq. Yəni dəgişdirə. Məsələn, dəgişvərə. Gərək kim özün dəgişvərə əf'al qəbihə və əmal fəzihədən ehtiraz edə, ta kim haqqı təalanın müqərrəb qulləri ilə müsahib olə. Ümid kamillər kərəminə və vasillər mərhəmətinə oldur kim yəni. Oldur kim bu kitabə nəzəri riza və kirişmeyi səfabirlə bəqib eyb etməyələr. Şeircinə və əynur riza ən kulli əybin kəlilətun və əynur riza ən kulli əybin kəlilətun vəlakin əynə səxəti tubdil səmavaya tubdil məsavaya. Və bu kitab 10 bab üzrə təsnif olundu. Əl-babul əvvəli fil əhlay belə bir şey oxuya bilmədim onu. Əhayi belə bir şeydir. Yəni baş tapmadım nə olacaqdı. Bu oxuya bilmədim hər halda. Bəlkə o birisi yerdə bu 2. İndi bunu niyə oxuya bilmədim? Çünki bu Əl-babul əvvəli fi nəmənək yazıbdır. Bunu 2 xəttinlə içi boş yazıbdır, içini rəhləyibdir və bunu yapışdırıbdır bir-birinə, baş tapmadım ki, nə olacaqdır. Bab-ı əvvəldə eşid 10 da, çox üzrəm, bab-ı əvvəldə eşid 10 dastan, hər birisi bir genələr mədhidir. Bir genlər mədhidir. Nə deməkdir bilmədim. İkinci bab. Əl-bab-ı sani fi
fil bilmirəm, fil sənay. Dastan verkim, dastan verəcim ani dinlayenə zün təni can, zün zəmin o asman verdürür üçüncü verdürür. İndi burada nədir oldu ki? Üçüncü babidə yenə 10 bünlər 3 yərtedi zülcəlal yərətdi. Ne mənə? Bunu bir də oxuyaq. Əl-Bab-ı Sani ehtimalən bu oladır. Kim biləsin mənisini? Yox, beləsi deyil. Əl-Bab-ı Sani fi sunay. Dastan ver kim var ki ani dinlayenə çüntən can zün zəmin o asman və verdürür. Deyir ki çüntən can çün zəmin o asman verdürür. Üçüncü babidə yenə 10 bünlər 3 yərətdi. Zülcəlali kim biləsən məni geçən. Calibdir. Mən indi bunu ruznamə kimi oxuram, amma belə oxunmamalıdır zahirən. Mən burada bilmirəm, səhv edirəm ya nə cür. Aha, bab əvvəldə bunları indi şeir kimi yazıbdır, amma şahirən şeir kimi olmayacaq. Elə beləsi arada fasilə qoyubdur ona. Bab əvvəldə eşit 10 dastan kim biləsən məni. Mən indi şeir kimi oxuram, ona görə diqqət orasına istəyirəm gətirəm. Kim biləsən məni gecən bi güman hər birisi bir gənlər məthidir. Ya bir kənlər məthidir. Hər nə mənə demək. Birikənlər də olar, amma birikənlər məthidir. İklik itrə qilənlər məthidir. İyilik ehtimalən iklik yəni yaxçılıq. İyilik icra qilənlər məthidir. Bu birinci buracan beləsi idi, indi beləsi oxumalıyıq. Əl-Bab-ı Sani Fiz Sunay kitabından tanış oluruq da, çətinliyi bunlardır. Şeirinə də ehtimal verirəm buradan bu yüzə, ona görə mən bunlarsa oxumaram. Əl-Bab-ı Sani Fiz Sunay həm ikinci bab içində 10 yenə dastan verkim ani dinlayenə bilənə əzdad aləmdə əyan çüntən can çü zəmin asman verdürür. Tamam. Əl-Bab-ı Sali orada getir ona. Əl-Bab-ı Sani verdürür üçüncü babidə yenə 10 dastan. Burada hun haq bir dikafunun dastan. Hun mən oxuram, amma ola bilər ki ayrı bir şey oxunsun. Bunda yenə qazıblar. Dastan hün haq bir dikafunun bunlar 3 yərətdi zülcəlal netəkin müstəqbəl mazi o hal. Bunlar deyir necə ki müstəqbəl mazi hal 3-3-dir, üçü bir şeydir. Elə hər şeyi 3 dənə yaradıbdır. Bunu istir deyə. Əl-Bab Rabi'i fil zəmai ya vizən. Bunu da oxuya bilmədim. Fiz zərai belə bir şeydir. Zikr eder 4-cü bab 10 dastan. Hər birisi dülgüşa çün bustan məlum eder dörtlərdi 4-cü bab. Məlum eder dörtlər 4-cü bab.
Əlbabul həmçünan ki xaç, bad, nar və ab. Onları 4 dananı gəldi beləsi şeirlə dedi 2 beytidə. Həmçünan ki xaç, bad, nar və ab. Burada bir dana bir şey ki mənim zehnimə gəldi. Bu kitabda gördüm. Tamam kitablardan buradan fərqlidir. Biz ki deyirik xaç, bad, nar və ab. Məmulən fars ədəbiyyatından görmüşük vav yazırlar bunların arasında. Onları xakü və badü və orada bir dənə bad qoyurlar. O deyirlər amma vav qoyurlar. Narü ab. Bunları vavla yazırlar. Amma burada görürük ki hamısını o ilə yazıb. Vəsətdə və yoxdur. Burası birinci dəfə görürüm ki o şey ki ağızdan çıxır onu yazıbdır burada. Əlbabul xamisi fil xəmasi. Aha, indi beləsi oldu. Tamam. Mən qeyd əvvələ Əlbabul əvvəli fil əhda birlikdə. Əlbabus sani fil sunay ikiliklərdə. Əlbabus salisi fil sulasi üçüncü bab üçlərdə. Əlbabur rabi fil rubai dördüncü bab dörtlərdə. Misallarını da vurdu da. İndi bir də qeyd dariyə. Mən indi anladım. Əslində buradan anlamırdım, amma indi burada anladım ki qəziyyə nədir. Əl-babul əvvəli fi əhda. Babul əvvəldə eşit 10 dastan. Kim beləsən məni geçən bicman. Hər birisi bir genlər mədhidir. İlk icrə qənlər qədhidir. Gələnlər gətirir. Əl-bab-ı sani fissinay iki dənələrdə həm ikinci bab içində 10 yenə dastan ver kim ani dinləyənə bilinə əzdad aləmdə əyan. Hər şeylər ki ziddidir. 2 dana ziddir. Gecənin ziddi günüzdür. Şirinin ziddi acıdır. Dostun ziddi düşməndir. Məmləkətin ziddi biganədir. Tamam. Bilinə əzdad aləmdə əyan. Çün təni can. Bunlar bir-birinə ziddidir deyir. Çün zəmin və asman. Bunlar da bir-birinə ziddidir. İndi başlayıbdır. Əl-bab-ı salisi fil sulasi. 3 dənələrdə. Verdürür 3-cü babidə yenə 10'da 10 dastan hər haqqı bir kafu nun. Haqq birdi kafu nun. Haqq buyurdu, üzr. Haqq buyurdu kafu nun. Bunlar 3 gərətli Zülcəlal. Kafu nunla deyir ki haqq buyurdu. Orada da fu olacaq çün. Dastan çün haqq buyurdu kafinun. Bunlar 3 gərətli Zülcəlal. Nətikin müstəqil mazi hal. 3 dənə görürsünüz. 4-cü babda deyir ki Əl-babur rabi fir rubai 4'lərdə zikr edər 4-cü bab 10 dastan. Hər birisi dülgüşa çün bustan. Məlum edər 4'lər 4-cü bab. Məlum edər 4'lər 4-cü bab. 4'ləri 4-cü babda şeyələr. Həmçunan ki xaç, bad, ab və nar və ab. Əl-babul xamisi fi xəmasi 5-ci babda 5'lərdə danışacaqdır. Həm 5-ci bab içində 10 lətif dastan verir lətayif ey hərif. Bildirir kim dürür hər fəsl cins. Həmçunan ki 5 taat 5 hiss. Həmçunan ki deyir ki bildirir kim dürür hər fəsl cins. Kim dürür yəni kim yaradır ya şey edir. Hər fəsl cins nədir? Fəslən cins nədir? Bunlar çox mühümdür. Fəlsəfədə, məntiqdə gəlir fəsl cinsi falan. Bu orada gəlir. Həmçunan ki 5 taat 5 gündə 5 taatimiz var. 5 hiss 5 hissimiz vardı. 5 gündə 5 namaz var və 5 hissimiz vardı. Hiss, lamisə hissi, görüntü, qulaq, burun, ağızdan hiss eləmək, dadmaq. Neçədən oldu?
Hər halda 1, 2, 3, 4, lamisədəki bədənin dərisidir 5. Bu oldu. Bu da yəni dadmaqdır da, şirin, acı, turş falan, bunları bundan bilirik. Tamam, bu da oldu. Ehtimalən bu 5 taat, məsələn görək nə mənə ola bilər? Namaz, oruc, həcc, cihad, xums, zəkat. Məsələn, bunlar ola bilər. Məsələn. Onlar taatdirlər. Məsələn. Gedək indi 6-cına. Əl-bab sadisi fi sudasi. 6-cı babda 6-lardadır. 6-lar nədir? Mən bunları birinci dəfə ömrümdə beləsi təbəqə bəndisini görürəm və eşidirəm və oxumağın, düşünməyə çalışıram. Bab-ı təncidə həm 10 dastan. Bab-ı 6-cıda, 6 əl-təncid oxudum. Bab-ı 6-cıda həm 10 dastan. Məlum eylər 6-lar xoş əyan, kim cəhani cün yərətdi padişah, 6 üzrə ördü bünyad ol ilah. 6 üzrə ördü bünyad yaratdı. Ürmaq dedik hörmaq. Hördü ol bünyad ol ilah. Əl-bab-ı sabi'i fi subai. 7-ci babda 7-lərdədir. Nə mənə oxulur? Həm 7-ci bab içində 10 əcəb dastan vərkim bular. Bular ol tələb. Tələb sözü, tələbi sözü də qabaqcan oxumuşduq, amma burada bir dəfə də yazaq. Gedək ki, tələb çox cəlib mənası var idi. Nədən isə mən də o malların vəzinə düşdüm ki, deyir o yekədir bilmirəm, bu cıqqılıdır bilmirəm. Mən də o vəziyyətə düşdüm. Tələb. Tələb ya tiləb. Hər ikisini yazıb. Çalab, tələb. Sözü klasik türk, Osmanlı və Azərbaycana istifadə olan köhnə bir kəlmədir. Ki, köhnə kəlmə calibdir. Köhnə kəlmədir. Bir neçə qat mənası var. Mənşə və forma. Köhnə türk mənşəli sayılır. Köhnə türk dilindən gəlibdir bu tələb sözü. Osmanlıca və qədim Azərbaycan mətnlərində işlənib. Tələb forması ilə də əlaqələndirilir. Tələb, tələbi. Bəzən deyir. Tələb, tələbi sözü beləsi də oxunur yəni. Əsas mənaları ağa, bəy, zadəgan, doğulmuş. Hörmət bildirən titul kimi. Məsələn, bir adama işlədilər. Məsələn, tələbiyani, yəni bunun ləqəbidir. Ləqəbidir, yəni böyük. Ərbab, ağa, bəy, bu anlamda. Böyük, yəni, böyük anlamında işlənir. Xüsusilə savadlı, tərbiyəli, şəhərli şəxslər üçün tələb sözü işlənibdir. Böyük bir adam olar, savadlı, tərbiyəli, şəhərli. Məsələn, filan tələbdir. Yəni, filan kəs ağa adlı adamdır. Tələbdir, yəni filan kəs ağa adamdır. Zərif, ədəbli, mədəni adam. Bu anlamda gəlir. Zərif, ədəbli, üzr istəyirəm. Zərif, ədalı, mədəni adam. Zərif, yəni hünər, incə sənət, odur zərif. Yəni, çox, zərif elə bunu işlədik da. Zərif, ədalı, bu mənamdır. Sən, davranış necə? Davranışı incə.
davranışı incə. Danışığı ədəbi, davranışı incəymiş bunun. Zərif dediği buradandır. Qaba olmayan, qaba yoğun, pis, bu cür qaba. Bu məna çələbi anlayışına çox yaxındır. Bu anlamçı dedi. Üçüncü mənası. Üçüncü. İstihzalı məna. Məsxərə eləmək üçün. Bəzi dialektiklərdə, bəzi danışıqlarda belə işlənibdir. Tamam, bunu qoyaq, bundan keçək. Osmanlı mədəniyyətində nə mənası var? Çələbi sözü alim, şair, dövlət adamı, nəzakətli şəxs mənasında yüksək statüs ifadə edir. Tamam, elə buracan bizi görər də, ağa, böyük, ədəbli filan. Bunu nə oxuyurduq, gəldik bura? Həm 7-ci bab içində 10 əcəb dastan bər kim bular ol çələb. Çələb dedik, aydın, ağalar, böyüklər, şəhərlilər, ədəblilər, zəriflər, nəzafət, nəzif adamlar, düşüncəlilər, belə. Bu 7 yarə dönübdür. 7 yarə dönübdür həmçünan 7 qət əndam 7 asman. 7 yaradıbdır həmçünan. 7 yaradıbdır hər zaman. Bunu niyə belə 7 yazıbdır? Ona görə mən belə soxdum. 7 yaradıbdır həmçünan. 7 qət aman. 7 qət əndam, 7 qət asman. 7 qət əndam, 7 qat insanın əndamları içi, 7 asman, 7 göy. Əl-bab-ı samini fil sumani. 8-ci bab 8 şeylərdə. Həminə həmrinə həm yenə 8-ci bab içində 10 dastan ver məlum eylər bizə yön. Kim tələb büncaya ad verdi 8. Nətəkim uçmaq 8'dür ey əziz. Uçmaq. Bu cəlibdir. Mən bunu uçmağı üçün burada yazıbdır. Bunu oxumaq istərəm ki, görüm nə dedi. Həm yenə 8-ci bab içində 10 dastan ver məlum eylər bizə yön. Kim tələb büncaya yəni bunlara, buncaya ad verdi 8. Nətəkim uçmaq 8'dür ey əziz. Nə geçir? Uçmaq, Allahın yanı. Behiş deyirlər. Beşini deyirlər 8 qapısı var filan. Bəhman onu deyir. 8 mərtəbədir. Belə. Əl-babu tasi fi tusai. 9-cu babda 9'larda. Nə mənədir? Babı 9 necədə? Həm 10 dastan. Babı 9-cidə. Beləsi oxumalıyıq. Babı 9-cidə həm 10 dastan. Məlum eylər kim xudavendi cəhan. 9 adın vurdu buncaya hesab. 9 adın ürdü buncaya hesab. Həmçünan ki 9 nüfusi 9 hicab. Necə ki 9 nüfus 9 hicab. Nədir bu? Bunları bilmirəm, amma burada deyəcəkdir. Mən də doğrusunu desək gördüm bu kitabı istəməyə oxuram. Yəni bunda taza bir şeylər oxudum. Mən ömrümdə bunları eşitməmişəm. Bunlar cəlib sözlərdir. Yəni şu faydası bilmirəm var ya yox, faydasından danışmırıq. Amma məlumat üçün bir ümumi məlumat hamı axtarır. Bunlar cəlib məlumatdır. Əl-babul əşəri fil əşuşari. 9-cu bab 9'lar, 10-cu bab 10'larda danışacaqdır. Bab 10-cudə həm 10 dastan. Xoş həqaiq, xoş dəqaiq, xoş bəyan.
məlum eylər anlar qıldan qıla, qıldan qıla, qıl tük, qıldan qıla. Deyir ki, onun başının bir qılı şey olsa, amma bədəndəki qıla qıl demirlər. Fikrim bədəndəkinə tük deyirlər, tüy. Amma başa qıl deyirlər, bir də qolun altında bəzi yerdə ki, bədənin şeyləri vardı, onlara qıl deyirlər, amma deyək, övrət qismətlərində olan övrət deyirlər buna. Övrət bölümlərdə olan tüklərə də qıl deyirlər, amma bədənin məsələn qoldakı var, buna tük deyirlər. Üzdə saqqal deyirlər, gözün üstündə qaş deyirlər, burada kipriç deyirlər. Day nə var? Xanımlarda berçək deyirlər. Yəni tük demirlər hətta, saç deyirlər, belçək deyirlər. Saç, erkəklərdə də saç deyirlər buna. Amma başının bir qılı deyir məsələn, saçının bir qılı, bir teli deyirlər əlbəttə çox yerdə. Bab 10-cidə həm 10 dastan, xoş həqaiq, xoş dəqaiq, xoş bəyan, məlum eylər anlar qıldan qılə, həmçünan ki, əşrətun kamilə. Əşri kamilə o 10 dana adamdılar ki, behişdə Həzrət Peyyəmbər deyib ki, bunlar gedəcəklər behişdə, onu deyib fikir edirəm. Əl-babul əvvəli, mən 8-dən gedim 8-ə baxım. Buradan oxuduq, mən doğrusunu desəz bu kitabdan ləzzət aparıram, şeirinə, çox da gözəldir. Əl-babul əvvəli fil əvvəli tənri təbarəkə və təala tevhidin bəyan eylər və şərh cəmii mevcudat aləmlər, aləmi ülvi və süfli qılar. Qılız. Çox gözəl, elə buracan ki oxudum, bunların hamısını yoğun yazıbdır, 2 rənginə. Əl-babul əvvəli fil əvvəli, bab əvvəl birdə danışacaqdır. Tənri təbarəkə və təala, Tanrı mübarək və böyük. Tevhidin bəyan edər. Allahın tevhidin, Allahın o Tənri təbarəkə və təalanın tevhidin, birliğin bəyan eylər. Və şərhi cəmii mevcudat aləm. Mevcudat aləmin hamısın ülvi və süfli. Ülvi deyəndə yəni Allaha yaxın, behişdə, mələikə filanlar, süfli yəni yer üzündə, bizdən aşağı olanlar. Bunları. Qıluz. Ehtimalən qıluz yəni onu deyərik, işlərik. Qılmaq işləməkdir da, oradan bilirik. Buradan biraz oxuyaq, gedək hər babdan biraz oxuyaq da. Allah adın aytülü əvvəl ibtida. Allah adın aytülü etli, yəni ayətli ehtimalən. Ayetlüm əlbəttə, ayetlüm. Allah adın ayetlüm ibtida ya ayetlüm yəni başlayalım. Allah adın ayetlüm əvvəl ibtida, çandan oldu ibtida və intiha. Əvvəlün əvvəlidir bir cəman. Əvvəlün əvvəlidir bir cəman. Əvvəlin əvvəlidir bir cəman. Çox gözəl. Əvvəlün əvvəlidir bir cəman. Axərün həm axəridir cavidan. Cümlə aləm yox ikən ol var idi. Şöylə öksüz ғəni cəbbar idi. Şöylə öksüksüz, əksik, az, əksik. Şöylə əksiksiz, öksüz ғəni cəbbar idi. Küllü şeyün hal içindən sonra həm qalə illa vəçəhu bi şükəm. Allah'ın bir ayəsi var deyir ki, kullu şeyin hal için. Her şey aradan gidecekti. İlla vəçəhu, illa Allah'ın özü. Bi şükəm. Ona göre deyir. O zamanda kim henüz yoktu zaman,
Əvvəldə onu biraz danışdıq. O zamanda kim henüz yoktu zaman, bi zaman ol bi mekan verdi hemen. Ol zaman, bi zaman ol bi mekan verdi hemen. Her dو عالم ol ədəmdə qərq idi. Nə aləm, nə məkan. Nə zaman, nə məkan. Heç birisi. Hər dو aləm, yəni o zaman və məkan. Hər dو aləm ol ədəmdə qərq idi. Həm ədəm ol əsl dəmdə qərq idi. Xud ədəmin özü də deyir ki, ədəmdə qərq olmuşdu. Ədəmin içində, ədəm özü də yox idi ki, danışaq. Yəni mənay ədəm oradan çıxır ki, varlıqdan danışaq və deyək yoxluq. O zaman ki, varlıqdan danışırıq, yoxluqdan danışa bilərik. Amma o zaman ki, yoxluqdan danışaq, varlıq olmasa yoxluqdan danışa bilmərik ki, onu istir deyə. Vardı ol padişahi binyaz, gəndisə nə naz verdi, nə niyaz. Vardı o, vardı yəni yaratdı. Vardı ol padişahi binyaz, gəndisə hər nə, qənd hər nədir da, hər şey. Gəndisə hər nə ki vardı, nə naz verdi, nə niyaz. Hər şeyə nə naz verdi, nə nədir. Heç tadı qoymadı nazı niyaz eləsin. Yəni özü naz eləmədi, niyaz eləmədi. Kəndüzinə kəndünüz naz eylədi. Allahı cəm bağlır. Kəndüzinə özü özünə. Allahı cəm bağlır. Kəndüzinə kəndüz naz eylədi. Kafi nunə ərdi bir saz eylədi. Kafi nunə, kaf və nun. Kəndüzinə kəndüz naz eylədi. Kafi nunə ərdi bir saz eylədi. Kafı nuna izafə elədi, bir saz elədi. Yəni bir şey düzəltdi, saz. Onu Qur'anda deyir ki, kun fəyəkun, onu çox gözəl deyir. Sevdim bu adamın baxışın, anlayışın. Çox sevdim. Amma innəma əmruhu izə, Qur'anın ayəsini gətirir. İnnəma əmruhu izə əradə şeyən ən yəqulə ləhu kun fəyəkun. Düzələcək. Demir düzəldi ha, baxın, demir ki İnnəma əmruhu izə əradə şeyən ən yəqulə ləhu kun fəkanə. Oldu, yox deyir. Dedi, oldu deyil, yox. Fəyəkunu, olacaq. Olacaq. Çox gözəldir. Həm də burada iradədən danışır. Deyir, o zaman ki iradə ilə xiyalın fərqi budur. Xiyalda yatırıq, iradədə budur ki, deyirik, bu iş olacaqdır, gedirik onu eləməğa. Allah da deyir bunu. İnnəmə əmruhu, Allahın işi budur. İza əradə şey, yəni o zaman ki bir şeyə iradə eləyə, istəyə, bir şeyi istəyə. İradə istəməkdir. İstəyə ən yəqulə ləhu, ona deyəcək ki, nə mənə? Filan şey istəyirəm, kun, ol. Bunu istəyirəm, filan şeyi alacağam, filan şeyi düzəldəcəyəm, filan şeyi gedəcəyəm, filan işi görəcəyəm, filan şeyi oxuyacağam. Fəyəkunu, olacaqdır. Mən məsələn dedim, indi bunu gətirsək, əstəğfurullah Rəbbi və tülə, amma biz də Allahın təcəllisi olduğumuz üçün və Allahdan da, Allahın ruhu da bizdə olduğu üçün və fəxtu fihimin ruhi, bizdə Allahın ruhu olduğu üçün mən iradə elədim ki, mən türk dilini oxuyacağam və əl yazma kitabları oxuyacağam. Fəyəkunu, olacaqdır. Allahın bu bir qaidədir. Allah bir qaidə qoyubdur. Əgər iradə eləsəz hər nəyə və onun dalısıcan gedəsiz ki, onu düzəldəsiz, əradə dedik istəmaqdır da, istəyirik. Filan şeyi ələ gətirəcəyəm. Onu beyninizə qoysaz, ələ gətirəcəksiniz. Biz əgər istiqlalı beynimizə qoysaq, ələ gətirəcəyik. Kafunundan qəbdi nu'amav usul. Kafunundan qopdi, qopmaq. Qopmaq yəni ayrıldı, ya şey oldu, qalxdı. Kafunundan qopdu. Elə bir şey, məsələn bir şey dığırladıq, ondan bir şey qopur, ayrılır. Kafun, yəni bu dünya kafunundan qopdu, qalxdı. Kafunundan qopdu. Nu'amav usul. Nəğmə də bunu oxumaq olar. Nəğmav usul, səslər. Nəğmə səs olar. Kim eşitdalın ani, kim eşitdi
əlin ani ol ulu qul. Kim eşitdi əlin ani ol ulu qul. Əqli küldür adi məruf ol qulun. Əqli küldür. Deyir, indi burada bir şey danışdı, çox getdi əqli küllə danışır. Əqli küldür, mənim etiqadım yoxdur şəxsən. Çünki mən əslən əqli insandan eşitdə biri əql ola ona inanmıram. Allahı demirik. Allah əgər deyək Allah əqli küllüdür, o başqa bir şey. Amma insandan eşitdə bir əqli külli ola ki, deyək bir əqli külli vardır, bir də əqli cüz'i var sizdə məndə. Bu doğru deyil. Məncə bu yoxdur. Çünki biz əqli dediyimiz şey uşaq nənədən olanda əqli külli yoxdur. Yəni əqli yoxdur. Deyirlər ki, məsələn, uşaq nə cür məsələn ağlır, nə cür bilir acdır, nə cür nənəsinin əmcəyindən südü əmir, nə cür başarır əmmağı, nə cür bunun bədəni bunu həzm eləyir. Bilirsiniz? Deyirlər ki, bunun bir əqli var. Amma sonra buna bir fitrət deyə bir kəlmə yaratdılar. Əqli küllə yox. Deyirlər ki, uşaqlar ya heyvanlar yarananda bir sistem ilə yaranır. Bu sistemdə bir şeylər var. Ki bunu indi deyirik ki, jenda və DNA-də deyirik bunlar inkişaf edir, gəlir. Və əlbəttə bir şeyləri də biz dədə-nənədən təcrübətən uşaqlar alırlar bəzi məlumatı. Bizim genlərimiz ya DNA-lərimiz bir də məlumatı uşaqlara daşıyır, istəyək istəməyək. Məsələn, mərisçılıqları daşıyır, rəhləri daşıyır, boyu daşıyır, nə bilim, bir çox şeyləri daşıyır yəni. Kaf-nundan qopdi nəğma-v usul. Kim eşitdi elin ani ol ulu qul. Hər kəs ki onu eşitdi əl. Kim eşitdi əlin, o ki əliflamı eşitdi, ehtimalən belə oxuyaq. Ani, hər kəs ki eşitdi onu, ol ulu qul. O adam böyük bir adamdır. Uludur. Ulu dedik, ulu Tanrı'nın adıyla məsələn, böyük Allah, Teala'nın yerinə işlənir də. Əqli küldür ad, məruf ol qulun. Deyir ki, o qulun adı mərufdir. Adı nədir? Əqli küllüdür. Adı əqli küllüdür. Ad. Əqli küldür ad, məruf ol qulun. Qamı quldən ol gəlibdir ol bülün. Deyir ki, qamı quldən, o qamı yəni o. Qamı quldən, o quldan, yəni əqli küllüdən, qamı quldən ol gəlibdir. Ol gəlibdir, o gəlibdir. Hər nə mənədir ki, o gəlibdir, ol bilün. O bilicic olub, bilinc olubdur. Biliklik olubdur. Bil, yəni biliklik. Qalen Nəbiyyü sallallahu aleyhi və səlləm əvvəl ma xalqallah əl-əql. Həzrəti Rəsuldan belə bir hədis vardır ki, deyib də hər şey, birinci şey ki Allah xəlq eləyibdir, əqlidir. Ona deyirlər əqli kül. Təhcə dəlil də Həzrəti Rəsulun sözüdür da. Yəni biz Həzrəti Rəsula müsəlmanlıq qəbul edirik. Amma əcəba bu hədis doğru hədisdir, yalan hədisdir, o bir məsələdir. Tamam. İndi bu bəhslərdən belə keçək qırağa, gedək görək ki, o ikinci fəsli elə bilsək oxuyaq. Burada tohidə görə Tənri tohidin bəyan eyləyən. Yenə bunları oxumağa istəmirəm geçəm, çünki qalacağam. Onu da aslan demişdi. Burada Ömər rəziyallah kimdir? Və ləqət kərrəmna bəni Adəm, şəfaəti əhlil kibari min ümməti, Əbu Bəkr rəziyallahu anhü mətin edən və səyyəcünnübəha əl-təqiyyu filan, Ömər rəziyallah, Osman rəziyallah, yəmrü bil-ədli vəl-ihsan, Əli rəziyallahu anhü, rəziyallahu anhum və rəzu anhu, in kuntum tuhibbunəllahə fəttəbəuni yuhibbukum. Belə bir şeydir. İstəyirəm görüm ikinci fəsli. Əl-babul əvvəli fil əhadi. Nə cür oldu gəldi bura? 17-ci səhifədir, bəli. İndi gəldi burada, aha,
Oracan Allaha görə danışır, Allahın rəsuluna görə danışır, Allahın xəlifələrinə, yəni peyğəmbərin xəlifələrinə görə danışır və gəlir. Burada indi birlər nələrdir yer üzündə? Onları 10 dastanda bunları deyəcəkdir. Dastan əvvəl bab əvvəldən səhabənin əhvalını şərh edər. Buradan gəlir qul hadihi səbili ad'u ilallahi ala basiratin ana və mən əttabəni. Belə fikirlə belə oxunacaqdır. Biraz oxumasının zorundan oxudum. İkinci dastan nə mənə? Babi əvvəldən bu ayəti ki, ma xələqnakum və la ba'asukum illa ki nəfsin vahidətin nəfsi edər və suluki təriqeyi bildirər. Tamam, burada bir dənə hədis yada şeydir, onun üzərinə işarat-ı Adəm. Burada da gedir peyğəmbərlərdən Musa və Xəlil və Davud, xəlifə Süleyman, İsa həzrətləri, Yusuf həzrətləri, peyğəmbərlər ki Quranda var, onların adını ehtimalən deyir. Bəni Məzəh əleyhissalam, bu nəbiyyümüzə, işarəti nəbiyyümüzə. Mən Quranda bir peyğəmbər var, Həzqildir, nədir? Belə bir adı var. Bunun qəbrin Dezfulda getdim, gördüm. Bir gün getdim, orada gördüm, üstündə bir dənə böyük kitab var, əl yazma, çox böyük belə. Açanda bir ruznamədən, İttilaat ruznaməsinin yeki olurdu. Açdım, biraz da baxdım filan bəhman. Bir 2-3 gün sonra dedim, gedim görüm o kitab nə oldu. Gedim o kitabı görüm. Bir də getdim, gördüm o kitabı aparıblar. Ya uğurlamışdılar ya da hər halda orada deyildi. Yəni mən niyə götürmədim? İndi həmişə əfsus edirəm. Çünki bir tane kiçik ev idi, məmuli ev. İçində bir qəbir var idi. O qəbirin üstündə yazmışlar. Mən oxudum əlbəttə, heç kəs fikir eləmirəm oxurdu. Oxudum, gördüm ki, bir peyğəmbərdir. Möcüzəsi də var imiş. Sonra gəldim, Quranda da axtardım, adını tapdım onu. Orada üstündə bir kitab qoymuşdular. Heç kəs də yox idi, heç kəs. Bir dənə otaq idi. Yəni ayrı bir şey yox idi. Həyətdən girdim, cıqqılı həyətin, məsələn 6 metr zat həyəti var idi. Girirdin otağa, bir dənə otaq idi, məsələn qəbir ortada idi. Qəbirin dövrəsində 2 nəfər çiyin-çiyinə dursaydılar, yan-bayana dursaydılar, yerləşməzdilər dövrəsinə. Orada dövrə vururdun, məsələn baxırdın filan bəhman. Mən getdim onu ziyarət elədim, baxdım, gördüm, oxudum, yazıları da oxudum. Heç kəs yox idi. Məndən sonra heç kəs yox idi. O kitabı açıq gördüm, amma niyə mən onu götürmədim, hala əfsus edirəm. Yəni o kitabı kim götürdü, apardı, neynədi? Yenə mən götürsəydim, lağəl onu saxlardım. Bilirəm ki, mən kitab saxlayanam, heç olmasa. Saxlardım və bir gün o Dizful əhlinin, ərəblərin dövləti olanda onu onlara verərdim. Yəni. Heç olmasa. Ya da özümüzün millətimizə bir faydamız olardı. Baxıram, görürüm ki, əcəba bu ikinci beləsi gedirəm, biraz görürüm ki, 4-cü dastan bab-ı əvvəldən bəyan edər kim Zurali, bunlar biraz xət çox bir-birinin içində yazıb oxuya bilmirəm. Diqqət eləsəm oxuyaram. Yəni çox bu cür də deməyim ki, oxuya bilmirəm. Baxım görüm əvvəl biraz mən niyə darıxıram biraz beləsi. Bu günlər əlbəttə kitabı sübh oxumamışdım. Mənim burada çox vaxtlar sübhlər başlayıram kitab oxuyan. Oxumamışdım. O qədər darıxırdım ki, gedim kitab oxuyayım və gəldim kitab oxuyayım. İndi də bilmirəm niyə əcələ edirəm ki, tez qutaram. Nədən ötürü tez qutaracağam, nə edəcəyəm, heç özüm də bilmirəm. Burada nədir? 10-cu dastan. Burada 10-cu dastandır. 10-cu dastan əvvəlki babidən bu hədisi ki, xeylur rüfəqai ərbəətun bəyan edər. Və misal gətirər kim 4 kişi bir nəsnə üstündə çəkişdilər. Çəkişmək bizdə şeydir dostlar. 2-3 cürədir. Bir barmaq-barmağa belə çəkişərlər. Bir də toyuq cınağı ilə çəkişərlər. Buna çəkişmək deyərlər. Ehtimalən burada 4 kişi, bir də ki adamlar bir-birlərindən çəkişərlər. Yəni məsələn bir
əl-ələ verirlər bir-birlərini, hər kəs çox çəksə, o olar, nə bilim, iplə yapışarlar, çəkərlər, maşını çəkmirsən, ip bağla çəkişlə, itələmək deyil, çəkməkdir. Çəkişmək belə bir şey, yəni bir-birləri ilə, məsələn, kimin zoru çəkər ki, onu çəkə özünə tərəf, məsələn. Burada bu haqda danışır. Sonra Əl-Bab-ı Sani-fi Sunayi həm ikinci bab içində 10 yenə dastan ver kim ani dinlayenə bilünür az dad aləmdə əyan çün təni can çün təni can çün zəminü asman. Çün yazmır, ona görə məndə cün yazıbdır, mən də cün oxuram. Əvvəlki dastan ikinci babidən bəyan dünya və axirət edər. İki dana, dünya və axirət. Və söylər ki, hər nəsnə kim mövcududur, bir-biri ilə müxtəlifdir, zahirən və batinən. Çox gözəl anlam dedi burada. İstəyirəm mən gedəm o birisini, burada nədir? İkinci dastan, ondan sonra üçüncü dastan, devam edir dördüncü dastan, beşinci dastan, altıncı dastan buradadır, yedinci dastan buradadır, ehtimalen 8-ci dastan buradan başlayır, gəlir bura. Mən istəyirəm ki, bir eləyəm ki, qoy gedək biraz qabağa, kitabın bir, heç olmasa gedək bir 150-yə, tamam, buradan baxaq şurası, hangi fəsli deyiq, İnnəmə ənbalikum falan. 10-cu dastan 6-cı babidən. Mən gedəcəm, hələ bir yazdı qabağa gedəcəm. Görək burada. 9-cu dastan 6-cı babidən. 9-cu dastan 6-cı babidən. Hələ ki, indi bir gedək qabağa. Ədnasu əla din mulukihim. Bu çox mühüm məsələdir, amma 4-cü dastan 7-ci babidən, tamam, yaxınlaşırıq ki, 8-ci babda dedik, çox gözəl məna vardı. 7-ci dastan 7-ci babidən, 8-ci dastan 7-ci babidən, 9-cu dastan 7-ci babidən, tamam. 10-cu dastan 7-ci babidən, kitabın, buradan sonrası qalıbdı o birisi kitaba. Tamam. Kitab qutardı. O dastanın qalanı Allah Allah. Kitab yarımçılıqdır. Gedəcək o birisi kitabda danışacaqdır. Tamam, bəs beləsi olanda əcələ eləməyək. Qeydaq istəyirdim o 8-dən 10-u oxuyam. Qeydaq daldan bir 100-ci səhifədən biraz oxuyaq. Tamam. 100-ci səhifədə görək ki, və əyyədnahu bi ruhil qudus. İş bu 4 nəsnə sana qism eylədi. Düladini qəndi belə cism eylədi. Düladini, diladığını. İş bu 4 nəsnə sana qism eylədi. Düladini qəndi belə cism eylədi. İşdə imdi hər birinin adini. Eşit imdi hər birinin adini. Kim bilərsən iş bu sözün dadını. Dad şirinliğini, yəni dadın biləsən. Cism içində dörddi dərdi məqam. Cism içində dörd məqam. Dörd məqam. Cism içində dörd məqam. Anın ilə bu bədən oldu tamam. Görsənə ruyindədir iş bu əyaq. Görsənə ruyindədir
üç bu ayaq ta ana dakin ki olmuşdur duşaq. Eylesan içi derin durmuşdur. Dirək. Eylesan içi dirək durmuş durur. Cəlibdir. Qələt oxumuşdum, gördüm mənası çıxmır. Dirək, diqqət elədim, gördüm dirək yazıbdır. Eylesan içi dirək durmuş durur. Bu surət evini götürmüş durur. Bu iki ayaq bu evi götürür. Vallahu enbetekum minel arzi nebaten. Allah sizi göyərtdi yerdən bir göyərti kimi. Həm ayaqdan yoğuru püşti şikəm. Ayaqdan yoğurur. Yoğurmaq yəni xəmiri belə əzər ona deyir. Yuxarı da gələr mənasına. Yuqaru. Həm ayaqdan yuqaru püştü şikəm. Ayaqdan yuxarı püştü şikəm. Neydikin dinlərsən əydi verəm. Neydikin neydi ki dinlərsən əgər qulaq asarsan əydi verəm. İndi verərəm. Bu şikəm puyəndədir heyvan gibi. Bu şikəm puyəndədir heyvan gibi. Yemək, içməkdir onun mənsəbi. Onun mənsəbi işi yemək içməkdir. Şəhvət-ü hürsi həvəsdür pişəsi, yoxdurur ayrıq onun əndişəsi. Ayrı bir əndişəsi yoxdur. Yoxdurur ayrıq. İraq ayrı. İraq və ayrı bir kəlmədəndir. Bəlli oldu burada mənə. Yoxdurur ayrıq onun əndişəsi. Çün şikəmdən geçdi göz üşbusinə. Çün şikəmdən geçdi göz gör üşbusinə. Busiyə işbusiyə. Beləsi. Çün şikəmdən geçdi göz gör üşbusiyə. Nayə bir bənzər dirləyi yox xusinə. Bunu baş tapmadım burasını düzünü axtarsaz. Çün şikəmdən geçdi gör öşbusiyə. Nayə bənzərdir dirlici. Bənzər dirlici vuhusinə. Dirlici o xusinə. Xusinə nə deməkdir? Nayə. Nay burası olsun. Bənzər dirlici yo xusinə. Bilmədim. Dilə dakin bu sinə göyündədir. Sinədir. Bu da sinəymiş. Üz istəyirəm. Mən bunu qələt oxumuşam. Çün şikəmdən geçdi gör işbu sinə. Sinə. Çün şikəmdən geçdi gör işbu sinə. Nayə bənzərdir dirliyi yo xusinə. Bu xusinə deməkdir bilmədim. Dilə dakin bu sinə şuyəndədir. Dilə dakin bu sinə diləməklər. Dilə dakin yəni dilədiklərin bu sinə çuyindədir. Oldu. Dilə dakin dilədiyin yəni dilə dakin dilədiyin bu sinə çuyindədir. Anı kicün elmi hikmət andadır. Bu sinədə də elmi hikmət bundadır. Ya eyyuhər rəsul bəlliğ ma unzilə iləykə və yetəfəkkirunə fi xəlqis səmavat vəl ərz. Gedir beləsi davam edir. Gedək 150-ci səhifəni oxuyaq.
150-ci səhifəni bir yerdən başlayıbdır. Qeydaq biraz dallıqdır. Nə oxuyaq? Dastandır. Orada 5-ci dastan 5-ci babidən. Onu oxuyur. Burada onu da yazıbdır. Əlbəttə bunu oxumaq biraz 5-ci dastan 5-ci babidən bəyan keyfiyyət xəlvət əhl-i süluk edər. Bil kim dideyi 5'dür. Bil kim denidə, bil kim dində 5 dürlü qələbə vərdür və heç kimsə özünü andan xəlas edəməz məgər ki inayəti mən bəhdullah ya yahdullah ərişə mən yahdullahə ərişə xəlvətlər təcəlli zat ilə münəvvər be nurullah ola. Qan ol kim xəlvətə girmək dilər. Qan orada qəmu demişdik ha. Həman o qəmi olurdu qan. Qan ol kim xəlvətə girmək dilər. Qan qəmu sözü qan oldu burada. O adam ki qan ol kim o adam ki xəlvətə girmək dilər, diləmək yəni arzu elər, istər, xəlvət icrə nəfs öldürmək dilər. Xəlvət icrə nəfs öldürmək dilər. Çox getdi. Qəsd edər kim anda anca ötürə. Qəsd edər kim anda anca ötürə. Nagah nəfsi ana iman gətirə. Ta ki, agah oxudum bunu, qələt oxumuşam. Ta ki nəfsi ana iman gətirə. Fikr fasid kəndüzündən yad ola. Fikr fasid kəndüzündən yad ola. Ruzigar şərrindən ol azad ola. İndi burada fikr fasid kəndüzündən yad ola. Yad burada yəni bicanə. Bicanə deməkdir. Fikr fasid kəndüzündən yad ola, ruzigar şərrindən ol azad ola. Ruzigarın şərri nə deməkdir? Yəni biz bir şeylərə nigaran oluruq da, bu bizim şərridir. Yəni işsizlik, pulsuzluq, əhləyal, seviruq, sevişiruq, ev var, müstəciruq, kiracıyıq. Bunlar hamısı almalıyıq, satmalıyıq. Bunlar hamısı tükan, bazar ruzigarın şərridir. Fikri fasid kəndüzündən yad ola. Fasid fikirləri özündən iraq eləyə, yad eləyə özünə. Ruzigar şərrindən ol azad ola. Yəni dilər qurtula əndişədən. Dilər qurtula əndişədən həzrətə taət qıla bu can و tən. Cuşlərdə bir avi xəlvət qılar. Qılır. Cuşlərdə bir əvi xəlvət qılır. Cuşələr desək yaxşıdır. Cuşlərdə bir əvi xəlvət qılır. Ötürür anda ani xəlvət bilir. Ötürmək. Velkərdən. Ötürür anda ya da oturmaq əlbəttə. Oturur da olar. Oturur, bəli. Ötürür də olur, oturur da. Yəni hər ikisi oxunur burada. Oturur anda ani xəlvət bilir. Orada oturur otaqda, o evdə xəlvət edir. Danız ölmüş. Necə xəlvət kim cəhanın təşvişi. Danız ölmüş, yetmiş, bitmiş ana ol kişi. Bətmiş, batmaq. Danız olmuş, damcı kimi ehtimalən, danız olmuş, bətmiş ana ol kişi. Damcı olub, batıb ona, o kişi. Göklü can təşviş, qoğa, tülü.
gönlü can təşviş qoğa tulu, yəni xəlvətdə mimdir ol dəlü. Yəni xəlvətdə miyəm, beləsi oxuyacaq. Gönlü can təşviş qoğa, çünki təxəssüsüdür bu, çox təxəssüs olduğu üçün, mən də bunları bilmədiyim üçün, deyəcə oxumadığım üçün, məna verməyəndə məcburam tazaşdan gedirəm, görüm harada qələt oxumuşam, onu gönlü can təşviş qoğa tülü, yəni xəlvətdə miyəmdir ol dəlü. O dəli deyər ki, yəni mən xəlvətdiyəm. Xəlvət oldur, anda qələbə olmaya. Xəlvət oldur, anda qələbə olmaya. Əndişə ol, gönlə yol bülməyə. Əndişə nigeranlıq. Yəni 5 vaxt qələbə verdirir dünyada. Yəni 5 qat, yəni 5 qat qələbə verdir dünyada. 5 vaxt qələbə vardır dünyada. Xəlvət əndən icrədir ey dədə. Xəlvət əndən icrədir ey dədə. Ondan içəridir, xəlvət ondan daha içəridir. O 5 vaxt iki namaz qılırıq, deyir ki, onda şey ola, qələbə ola. Yəni 5 qat qələbə vardır dünyada. Xəlvət əndən içəridir ey dədə. Hər kim ondan qurtula bəlü bəyan. Ehtimalən təşdid olmuş olsa, ehtimalən bəllu bəyan bəlkə, hər kim ondan qurtula bəllu bəyan, xəlvət issi öldürür beylün əyan, bilün əyan. Xəlvət issi öldürür bilün bəyan. İşte eşit imdi 5 vakat neytür, ne yetədir, niyyətdir. Kim bila hikayət niyyətdir. Xəlvət məqam. Tamam. Gedək 150-ci səhifədə, 2-ci səhifədən əvvəli hardan başlayır? Əvvəli yoxdur. Ona görə gedək 200-dən başlayaq. Eylə olsa ölmək andan yik, zirə mənsəbdən düşən hər kən ölər, hər kün ölər, bin kəz ölər. Bəs şayət qələt oxudum. Andağı dirilün nədir bir ani sor. Ha, andağı dirilük nədir bir ani sor. Nişə qayıtdır. Nişə ya da yaşa qayıtdır ölmədən ol daxi. Burada nişədə görsənir, amma yeşə yaxçıdır, yaş yəni. Yaşa qayıtdır ölmədən ol daxi. Eşit indi necədir elmün əxi. Şuldur ol kim sevgülü dostlarla. Şuldur ol kim sevgülü dostlarla. Əksüzün ol birbirinden ayrıla. Əksüzün əksiksiz. Bedun kemterin əgər desək. Əksüzün ol birbirinden ayrıla. Birbirini kərmiya ərtə gecə. Birbirini görməyə ertə gecə. Bilməyənə işdə dür hali necə. Bilməyə nə işdədir hali necə. Fürqət ondan yer iki baş ola. Bilirsiniz, illət bu iki biraz zor oxuyuram, əvvəldə yaxşı oxuyurdum. Çünki ortaya girdim, dastan qırılıbdır, bilmirəm ki qəziyyə nədir. Əvvəldə dastanı bilirdim, şey edirdim, ona görə
İndi burada fürqət ondan yara ki baş ola. Fürqət ayrılıq ondan yura ki baş ola. Dürmədin göz tolu qan yaş ola. Dürmədin göz dolu qan yaş ola. Ah edecek düte gücü tutuni. Ah edecek düte günü. Tüte gücü tutuni. Zarisi aksılmaya duni günü. Dünü dünən, günü də bu gün. Amma indi burada tutuni nə deməkdir, onu bilmədim. Tutunmaq. Tutunmaq bir yerə yapışıb durmaq. Az edəcək dötə dünənə gücü tutuni zarisi aksılmaya duni günü. Zarisi yani onun zarıldaması, zırıltısı askilmeye dünen bugün. Malı nimet gögülünü leklettirmeye. Malı nimet gögülünü leklamaya. Gende sade hiç karar eylamaya. Gende sade o zamanda sade gende orada ya mütlega gende mütlega sade hiç karar eylamaya yani hiç karar almaya. İlla dün kün hasreti ol yar ola. İlla dün kün hasreti kon Arapça. İlla dün kün hasreti enzam ver, başla işle. Kün hasreti ol yar ola, ona yar ola. Andan ayrı halq gamu ağyar ola. Özündən ayrı her şey ona ağyar, özgü ola. Ey necə süklülərdü, sevgilərdü, şedaraq. Ey necə sevgililər düşdü İraq. Qələt oxuyuranda görürsünüz, türküm çox zəifdir. Ey necə sevgililər düşdü İraq. Ey necələr bəğirən yıqdı fəraq. Ey necələr bəğirən yıqdı fəraq. Fərağı yaxdı, yaxmaq, yandırmaq. Gedək 250-ci səhifədən də beləsi zor vuraq biraz. Görək bunun əvvəli burada var. Vallahu əla ma təqulu vəkil. Bunu istir yazaq ki, bu nə mənədir? Ya da üstə hədis demişdi, burada başlayır. O zaman kim haqq yaratdı aləmi, həm qopurdu aləm içrə adəmi. Qoparmaq dedik daha, məsələn, bir dənə ət bişiriblər, ondan bir tikə qopardırıq, bir çörəkdən bir tikə qopardırıq. O da Allah bir şey yaradıbdır, indi ona. O zaman kim haqq yaratdı aləmi, həm qopardı aləm içrə adəmi, aləmin içindən adəmi da qopartdı. Cün yaratdı aləmi cismi belə, ya cismi ilə, çün yaratdı aləmi cismi ilə, aləmi cism ilə yaratdı. 7 qət cism eylədi ismiyle. Cismiyle çün yaratdı aləmi cismiyle 7 qət cism eylədi ismiyle. Həm bu cismə 7 qət ton eylədi. Don biçdi. 7 qət don paltar məsələn deyək. Həm bu cismə 7 qət ton eylədi. Don. Həm 7 qət xan bıraktı, tövlədi. Həm 7 qət xan həman sıfıra deyək. Həm 7 qət xan bıraktı, ismi idəm sana.
hər birinin cismini eydəm sənə, dinlə indi necədir öndən sona. Öndən əvvəldən, sona axirə. Öndən ön qabaqdır, yəni əvvəldən axirə. Hər birinin cismini əydüm deyim, əydüm demək. Hər birinin cismini əydüm sana, sənə deyim, dinlə, qulaq as, indi necədir öndən sona, başdan dibə, öndən sona, əvvəldən axirə. Bir qəti cismin əlikdür icərü. Bir qəti cismin ələkdür, əlikdür içərü. Cismin bir qatı ələkdür. Ələk demək, fikrim hamı bilir də, bir şeydir ki, tordur, belə bir şeyi ələrlər. Bir qəti cismin əlikdür icərü. Yeranın içərüdən içərü. Yer anın, yeri anın, içərüdən içəri. Onun içəridən içəridədir. Qüvvəti cisman kəndə gizlidir. Qüvvəti cismani, cismi güc onda gizlidir. Qüvvəti cismani kəndə gizlidir. Kan an anlamınadır. Kan an, o. Kan mədənlə ki deyirik, yəni o dubara o bir şeyi doludur, ona görə deyir. Qüvvəti cismani anda kəndə gizlidir. Sanki cəvhərdir ki kəndə gizlidir. İyilik üstündə sükundur bir qəti. İyilik üstündə sükundur bir qəti. Kim bu cismin qasimindən ol qəti. Kim bu cismin qasimindən qamüsündən, qamu, hamısı. Kim bu cismin qamüsündən ol qəti. Bu cismin hamısından o qatıdır. Qatı yəni möhkəm, dəyərli, ərzişli, qiymətli, qət'i. Necə kim təndə sükun qaim durur. Necə ki təndə sükun qaim durur, sükun içində elin daim durur. Sükun içində çı yazmır, bu hamısını cı yazır. Sükun içində elin daim durur. Sükun üstündə yenə bir qəd sıkır ya sıkın, sakin yəni. Sükun üstündə yenə bir qəd sakin. Dərtlü bün düşünübdür bir və bir. Dərtlü bən dərtli olaraq, dərtli bən düşünübdür bir və bir. Sükun ikən ol ələşdürmüşdürür. Sükun ikən ol ələşdürmüşdürür. Ələşdirmək, məsələn biz bir nəfərini əlləşirik. Ələ verib, məsələn, küləşirik. Əlləşdirmək belə bir şeydir. Yəni, indi bunu mən nə cür beləsi eləyim? Beləsi bir şey, bu əlləşdirməkdir. Ha belə birin, məsələn, tənqid eləmək də əlləşdirməkdir. Əlləşmək da, dedim də, ələ verib güzəlləşmək, güləşmək odur. Sükun ikən ol ələşdürmüşdürür. Anı anda haqq anın ərəşmişdürür. Anı anda haqq anın örmüşdürür. Örmüşdürür, örmək, düzəltmək, hörmək. Bir qət yenə
təmz durur tulub. Bir qət yenə təməz təmz dur tulub. Oxuya bilmədim. Qan rəvan ölsün, qan rəvan ölsün deyibən kən tulub. Tamam. Savadım çatmadı. Təəssüflə. Gedək 300-cü səhifəyə görək. Yoxdur 300-cü səhifə. Axir səhifədən bir dənə onu oxuyaq və bugün kitabı qutaraq. 2 kitab açmışdıq oxuyaq, amma bu kitab üçün Fəsəmmallah də yerə əzdəm yüzümü. Dost önündə yerə ördüm yüzümü. Dost önündə, dostun müqabilində, dostun qabağında, dost önündə yerə ördüm yüzümü, vurdum üzümü yerə qoydum üzümü, dayadım. Yəni çox təzim, çox ikram elədim adama. Bəs əcəb gördüm bu bükər kəndüzümü. Ayığım altında buldum gökləri, gönlezi. Ayığım altında buldum göklezi, gönlüzü ehtimalen. İləyimdə qul gördüm bənləri. Gölləri olacaqdı da. Ayığım altında buldum gölləri. Eyləyimdə qul gördüm bənləri. Ərş ilə gördüm dururəm ba qərar. Çərx ilə gördüm donarəm biqərar. Ay gün gördüm önümcə yönrişər. Ay gün gördüm önümcə yönrəşir. Cümlə yıldız bana qarşı səvinişir. Cümlə yıldız bana mənə qarşı, mənim müqabilimdə səvinişir. Cümlə kök əhli yönü bəndən yana. Cümlə göc əhli, mələikələr filanlar, cümlə göc əhli yönü üzləri bəndən yana, bənə tərəf. Bu bənəm olma gəlmiş təna. Bu bənəm axu olma gəlmiş təna. Gəzdim ölmüşəm, gördüm ölmüşəm. Bir kübən batmışam gülzarla. Böyle battım her nəbatdən barlı. Gəh dönər bəndən yana leyl-u nəhar. Deyir ki, gahi leyl-u nəhar bəndən dolayı belə fırlanar. Gəh payız ölərəm, gahi doğmaq çıxmaq. Donmaq. Yəni paltar içində oluram da, paltarın şiklini tuturam, donuram. Bu gözəlmə mənim nəzərimə bu yaxçıdır. Gəh doğauram aləm üzrə gün kimi, doğauram yel kimi, dost üstünə. Axaram. Gəh dostlar axaram. Gəh dostlar bəni əldən ələ. Ta yüzüm basə deyib ol, basa deyib ol doğru yar. Üzüm başa deyib ki, doğru yoldaş ol.
Yəni bu içəri ilə eşik fərqli olur da, onu istir deyə. Cah anləməz yer kök ay gün. Cah anləməz yer gök ay gün. Bilməzəm xod vermi yəqmi dün gün. Bilməzəm xod varmı, özüm varam, yoxmu, yoxam, dün, gün, dünən, bugün. Gah oluram cümlə aləmdən bəri, bəri paç, uzaq. Bəri bu yüzə gəl, gəl bəri, yəni mənə tərəf gəl. Uzaqlaşıram yəni. Gah oluram cümlə aləmdən bəri, şadlıqdan fariq, qəmdən bəri. Fariq yəni xanımlar doğanda uşaqdan fariq olurlar, ayrılırlar. Şadlıqdan fariq, qəmdən bəri. Şadlıqdan uzaq, qəmdən də bəri, uzaq. Ol nəfəsdə cümlə aləm səhv olar. Heç anləməz aşiq adı məhv olar. Heç anləməz aşiq adı məhv olar. Qalır ol dost varlığı baqi anın. Əbəd, üzr istəyirəm. Qalır ol dost varlığı, qalır ol dost varlığı baqi əbəd. Bi hesab و bi şumar و bi ədəd. Üç tükəndi ikilik əğyarlığı. Üç tükənmək qutarmaq da, tükəndi, qutardı. Filan şey tükəndi, yəni qutardı. Üç tükəndi iynilik əğyarlığı. İyilik, yaxçılıq. İkilik. İkilik ehtimalən. Üç tükəndi ikilik, bəli. Üç tükəndi ikilik qutardı. Üç tükəndi ikilik əğyarlığı, ikilik ayrılığı, biganılığı qutardı. Üç tükəndi ikilik əğyarlığı, qaldı külli baqi ol dost varlığı. İkilik aradan getdi, qaldı külli baqi, küllüsü qaldı. Əğyarlıq getdi aradan, küllüsü qaldı. Qaldı külli baqi ol dost varlığı. Cümləmiz müstəğriqiz ol varlığa. Cümləmiz müstəğriqiz ol varlığa. Müstəğriq yəni qərq olğan məclislik o varlıqda, Allahda. Cümləmiz müstəğriqiz ol varlığa. Ey Xudaya qamusi sən yarlığa. Ey Xuda qamusu hamısı o, qamu o, hamı. Ey Xudaya qamusi sən yarlığa, sən yarlıq, yarlıq. Son cümləsi, son beyti. Həm kərimsən, həm rəhimsən, həm qəfur. Şükr içində döt bizi sən ya şəkur. Şükr içində tut bizi, tut həman. Tut. İndi Türkiyədə tut, yəni tut. O şey ki biz tut deyirik, meyvə deyirik, şirin. Ona tut deyirlər. Bu tut da biz həm o meyvəyə deyirik, həm də məsələn bir şey tut. Bunu verirəm, deyirəm tut. O deyil. Burada deyir ki, amma tut. Şükr içində tut bizi. Bizi şükr içində tut. Sən ya şəkur. Kitab qutardı, tarixi də yoxdur. Adı yazanı da bilmədik kimdir yazıbdır. Əvvəldə bəlkə biraz diqqət eləsəydik, biləydik. Ya da burada ki oxudum, oxuya bilmədik bu adın içində. Adı burada olacaqdı. Amma mən təəssüflə bunu oxuya bilmədim. Əmir, Xurkəbir və Mani dilün əl-mülki la oxuya bilmirəm. Hər halda bu yazanın adını tapa bilmədik. Ehtimalən Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır. Möhür gedibdi, möhürün üstü yayılıb gedibdi.
Təəssüflə bunun yazanın adını tapmadıq. Bəlkə əvvəldən adam hövsələ ilə axirəcini oxusa, bəlkə tapardıq. Yəni, o cür də dəyişdik, tapmaq olmazdı, amma bəlkə oxusaydıq tapardıq. Ya da ki, ikinci cildin bunun oxusaq taparıq. Tamam, kitabın adını fəqət bir də deyim. Kitabın iki adı var, iki yerdə yazılıbdır. Bir kitabın cildində yazılıbdır. O yazılıbdır Eşqnamə və Divan-ı Aşıq Paşa. Amma kitabın özünün birinci səhifəsində burada ki görsənir. Burada yazıbdır ki bu birinci səhifənin başında yazıbdır ki Əl-Cüz'l əvvəli min Divan-ı Aşıq Paşa. Divan-ı Aşıq Paşa. Bu kitabın iki dənə adı var. Əslində bir adı var. Eşqnamə və Divan-ı Aşıq Paşa ya da Divan-ı Aşıq Paşa. Elə ikisi bir sözdür əslində. Eşqnamə də desək aynı çıxar, Divan-ı Aşıq Paşa da desək aynı çıxar. İkisi bir şeydir. Allah, böyük Allaha, ulu Allaha, Tanrıya çox şükürlər olsun bu günləri bu gözəl kitabdan məni tanıtdı. Əslində bu kitab demək olar ki, müsəlmanların yazdığı fəlsəfəni və irfanı danışır. Mən belə düşündüm. Məntiqi, fəlsəfəni və irfanı danışır. Mən o şeyi ki düşündüm, bunları düşündüm, amma bunu oxumağa bir vaxt istəyir ki, bu kitabı oxuyasan. Bu, o kitablardan ki, vaqəən oxumağı lazımdır. Yəni, fəlsəfi kitab, irfani kitab, məntiq haqqında və bunu oxuması vacib olan kitabdır. Mən bunu burada yazdım, hətta gül içinə salım ki, bu oxuması vacib kitabdır. Bir dənə də qabaqcan bir ərəb kitab oxumağa əlaqə bağlamışım. Mən onun türkcəsini tapmışdım əlbəttə. İndirdim də, amma bir-iki gündə oxumuşam, sonra yadımdan çıxıb onu oxuyam. Onu öz vaxtımda, yəni buradan ayrı vaxtda oxuyurdum, amma təəssüflə yadımdan çıxartmışam. Hangi kitabı idi oxuyurdum? Çox da önəmli idi əlbəttə. Bu günləri 278-ci bölümün qutardıq. Yəni, beyin mühəndisliyinə qarşı türkçə kitab oxumanın 278-ci bölümün Allahın şükrü ilə və neməti ilə və lütfi ilə bu gün də qutardıq. Çox bir gözəl kitabla tanış olduq türk dilində. Çox fərqlidir. Əvvələn Quran kimi yazılıbdır. Yəni, Quranın necə hər ayənin başında virgülün yerinə ya nöqtənin yerinə bir ayə, indi 1, 2, 3 yazırlar. Burada onun yerinə gül əksi düzəldib. Bir daha gözəl, üç rəhli bir gül, bir şey düzəldibdir. Onu qoyubdur. Hər hərfin üstündə onun səsini qoyubdur. Kitabı oxumaq çox rahatdır. Bəzi yerlərdə mən zora düşdüm. Mənim o zoru bundan bilmirəm ki, kitab oxuyamayacaqdım. Buradan bildim, özümdə bu cür hiss elədim ki, kitabı bulanda o nağıl hekayəni bilmirəm. Tazaşdan çox üzrəsəm. Tazaşdan girirəm dənizə, kitabın dənizinə və üzmək başarmıram o ləhzə. Gərək biraz oxuyam, ta yenə də orada bir qavramla, orada o anlam ki, onun üstündə danışır, onunla tanış olam, ta kəlmələri eləyə biləm ki, anlayam. Bunu mən beləsi gördüm. Yoxsa nəzərimə gəldi ki, kitabı əvvəldən başlasam, oxusam, demirəm %100 anlaram, amma %70-80 anlaram. Çox, mənə qolay gəldi kitab. Bəlkə mənim keçmişdə bir Xoza elmiyə keçmişim var. Bəlkə oradan, biraz fəlsəfə oxumuşam, biraz məntiq oxumuşam, bəlkə biraz oradan. Bəlkə biraz irfana görə orada-burada oxumuşam, bəlkə biraz oradan. Bəlkə də bu 500-600 kitab için deyəcəm, vərəq vurmuşuq. Onlar məni istadıblar. Hər halda insan küzəni aparır suya, gedir su gətirsin. Mən indi özüm suyam da, küzəyəm də, gedirəm su dolduram. Yəni, Türk dünyasından bunu dolduram. İstanıram da, nə qət deyəndən sonra mən istanacağam. Düzdür, küzəyəm. Küzədə suyu aparırlar, amma küzə də istanır. Mən də istanıram bu cüzə. Çox gözəl bir gün idi. Allaha şükür olsun və Allah qismət eləsin minlər belə gün ki, bu kitablarla tanış olam.
Yəni Allah ömür verə və imkan verə. Mən bunu 100.000 gün belə apara biləm. Yəni 100.000 gün ömür verməz, inanmıram belə ömür versə. Amma vaqəən adama imkan verə və həm mali imkan, həm cismi imkan verə, sağlıq verə. Yəni biraz sağlıq verə, adamın hövsələsi ola gələ bu kitabları davam eləyə. Heç olmasa adları ilə tanış ola. Adam onda nə olur? Onda bir tərif var idi, Allah rəhmət eləsin, Döktür Qəndi əgər ölmüş olsa. Deyirdi ki, xəbərnigar bir dana uqyanusda bir barmaq dərinlikdə. Çox dərin deyil xəbərnigar. Xəbərnigar dərin adam deyil ki. Xəbərnigar oradan buradan hər şeyi götürür, yazır, yadından da çıxır sonra. Ki, nə idi qəziyə? Amma alim bir barmaq genlikdadır, amma minlər metr dərinlikdə. Bir qarış böyüklükdadır, amma minlər metr dərinlikdə. Alim ilə xəbərnigarın fərqi budur. Mən indi ki, bu kitabları oxuyuram, alim olmuram. Bu kitabları fəqət bilirəm ki, bu kitab da var, bu kitab da var, bu kitab da var, bu kitab da var. Türk dünyasında neçə yüz il bundan qabaq yazılıbdır. İndi bu adamın bir dənə istəyirəm buna tarix tapam. Fəqət o tarix üçün istəyirəm görüm ki, bu kitabın haqqında bizə bir şey verər. Əcəba Türkcədə yazılmış eşqnamə və divan-ı Aşıq Paşa bir beləsi ya da eşqnamə ya da bunu biraz ara verəcəkdim burada eşqnamə ya da divan-ı Aşıq Paşa adlı bu kitabı yazan haqda ya da yazıldığı haqq üzərə bu kitab haqqında məlumat toplaya bilərmi? Bəli. Aşıq Paşa və onun haqqında bu nə deməkdir? Eşqnaməsi haqqında dəqiq və etibarlı məlumatları belə xülasə edə bilərim. Nə mənə? Aşıq Paşa kimdir? Tam adı Aşıq Paşa. 1272 miladi, yəni 670 hicri qəməridə 670 hicri qəməri. Tamam. Tarixi 730 Səlcuqluların sonu, Osmanlıların əvvəlləri. Tamam, o dövrdə yaşayıbdır. Kitabın ömrünə baxaq. Yəni deyək ki, bu 670-də doğulub, 733-də Allahın rəhmətinə gedibdir. 33 il birdən 30 oldu, 63 il ömr eləyibdir. Bunu deyək ki, ömrünün axirlərində yazıbdır. Beləsi deyək də, deyək ki, ömrünün axirlərində. Məsələn, deyək ki, oldu 63 il. Deyək ki, 50-dən sonra yazıbdır. 50 ömrü ilə 60 arasında yazıb. Məsələn, deyək ki, 55-ci ilində yazıbdır. Yəni, onlar necə? 700, deyək ki, 20-də. Beləsi deyək, 725-də əslən. 700, görək ki, burada bir şey yazıbdır. Tamam. Mənsubiyyəti kimə bağlıdır?
Xurasan mənşəli Baba İlyas, Baba İlyas, Baba İshaq, Baba İshaq, Baba İlyas, Baba İshaq silsiləsinə bağlıdır. Yəni arif imiş. Mən gördüm bunu ocusu. Xurasan mənsəbli Baba İlyas, Baba İshaq silsiləsi. Məsləyi nə imiş? Təsəvvüf, irfan, xalqi maarifləndirmə. Aşıq Paşa Türk dilini şuurlu, Aşıq Paşa Türk dilini şuurlu şekildə seçən ilk böyük sufi şairlərdəndir. Aşıqnamə, eşqnamə, üzrəm. Eşqnamə ya işqnamə ya aşqnamə, müəllif, Aşıq Paşa, dil, qədim Anadolu türkçesi, Ərəb, Fars təsirli, Ərəb Fars təsirli, amma xalqın anlayacağı səviyyədə, yəni bu səviyyədə yazılıbdır. Mövzu ilahi eşq, nəfsin tərbiyəsi, insanın kamilləşməsi. İllədir ki, biraz zor oxuyuram, ərəb əlifbasına deyil, latincə nədir? Azərbaycan latincəsi və Türkiyə latincəsi bunların biri iləndir. Azərbaycan çünki ə yazıbdır ona görə. Azərbaycan əlifbası latincəsi iləndir. Mən də burada çox zəifəm. Təmrin çox eləməmişəm, onun üçün belə oxuyuram. Şərait, təriqət, həqiqət, mərifət, mərtəbələrin yəni yazıbdır orada. Janr. Janr nədir? Didaktik, təsəvvüfi məsnəvi. Yazılma tarixi, təqrir ehtimalən yazıbdır. Çünki xülasə, nöqtə qoyubdur. 14-cü əsrin əvvəlləri. Yəni 1320, burada yazıbdır ki, 720, mən demişdim bu cür söz, düz, mən də bu cür demişdim. Yəni 720-730 illər arası, çünki mən də bunu demişdim, Hicri qəməridə yazılmış olubdur. Divan Aşıq Paşa çox mühüm dəqiqləşdirmə, klasik mənada müstəqil Divani Aşıq Paşa yoxdur. Deyir, belə bir şey yoxdur. Amma onun müxtəlif qəzəl, ilahi beytləri ayrı-ayrı məcmuələrdə, bəzən də səhvən divan adı ilə toplanmış şəkildə nəşr edilib. Bu deyil də, hər halda biz bu tapdığımız o adamın özünündür. Şeylər deyil, yəni qırıq-qırıq deyil. Onun üçün bu kamildir. Aşıq Paşanın əsas və məşhur əsəri Qəribnamə. Qəribnamədir. Eşqnamənin əlaqəsi qeyri Qəribnamə ilə. Qəribnamə təqribən 730-cu Hicri qəməri ilində fəsilli, 10 fəsilli budur. Bu Qəribnamə bu olacaq bəs. Qəribnamə 10 fəsilli böyük təsəvvüfi ensiklopediya kimidir. Eşqnamə nədir? Ya eşqnamə ya qəribnamə daxilində müstəqil bölüm. Eşqnamə qəribnamənin içində müstəqil bir bölümdür.
Əcəb. Ona görə bunu götürüb yazıblar Qəribnamə. Burada yazıblar Qəribnaməyə aşıq o deyil. Yazılma tarixi. Yazılma tarixi nə oldu? Dedik ki 720 ilə 30 arası. 20 ilə 730 hicri illər arası. Neçə il bundan öncə olar? Bunu hesablayaq. Hududən 710 il zat bundan öncə olar. Gedək ora. Deyək ki 1447-ci il deyək, bundan çıxsaq 720 ilə 30-un arasını tutsaq 25 olar. 725 tutaq. 725-i tutsaq 722 il. 720 il bundan öncə bu kitab yazılıbdır. Hududən 720 il öncə yazılmışdır. Tamam. Bugünkü kitabımızı bu qədər. Buradan biraz da görək ki, yazıbdır. Bu səbəbdən mənbələrdə adlar bəzən qarışılır. Əlyazmalar və tədqiqat. İstanbul. Süleymaniyə Kütüphanəsi ki, dedim burada olacaqdır. Millət Kütüphanəsi, o da ola bilər. Amma mənə gəldi ki, Süleymaniyə Kütüphanəsidir. Çünki burada əgər diqqət eləsəz, mən bunu hardan deyirəm? Buradan deyirəm. Bu diqqət eləsəz, bu möhrün üstündə ki, burada vurublar. Birinci bölüm çox uzundur. İkinci bölümdən hətta uzun gəlir mənim nəzərimə, ya da bərabərdir. Kütüpxanə qədər Süleymaniyyənin də möhrü olacaqdır. Yəni, millət deyəndə bu gərək kiçik ola. Çünki 4 hərfindən millət, 5 hərf. 5 hərf yazılı latincə. Amma Süleymaniyə deyəndə kütüpxanə qədər şey olur. İndi mən bunu hesablayayım. Süleymaniyə 3, 5, 7, 11 hərfidir. Kütüpxanə neçədir? 4, 8, 10. 11 hərfi də kitabxanədir. Mən düz demişəm. Yəni, onun üçün bu, mənim nəzərimə kitabxana, Süleymaniyə kitabxanası düz gəlir. Türkiyədə filoloji tədqiqatlar, Latin qrafikalı transkripsiyonlar mövcuddur. Qıssa xülasə, eşqnamə Aşıq Paşaya məxsusdur. Dil Anadolu türkçesi. Aha, buradan indi bir şey çıxır. Bu iki bizə deyirlər ki, bugünkü Türkiyə, nə bilim, Yunan idi, Rum idi, nə bilim, Qustantiniyə falan, onlarda türk yox idi. Bunlar da yalancılığı bəlli olurdu. Yəni, yavaş-yavaş adam baxır, görür ki, o zaman onlarda türklər yaşırlar. Tamam, bunu oxuduq getdi. Çox gözəl, bunun tarixini də çıxartdıq, yazılmasını da çıxartdıq. Adını da Kamil yazmışdı. Bunun adını bağlamasam yaxşıdır. Bunun adını da burada yazmışdı ki, adı Kamil. Aşıq dedi ki, nə mənədir adı? Adı, tam adı Aşıq Paşadır. Elə adı Aşıq Paşadır. Yazar Aşıq Paşa. Amma bunu əlif ilə yazıbdır və orada şey ilə yazar Aşıq Paşa. Tamam. Çox gözəl. Fikirəm 2 saat yarımı keçdik beləliklə. Bəli, 2 saat 35 dəqiqədir ki, bu kitabla anlaşmağa çalışıram. Bu kitabı tanımağa çalışıram. Amma nuş deyil.
Mən öyrəşdikcə ləzzət aparıram. İlahi sənə şükür olsun. Çox şükür olsun. Bu tür kitablarla Türk dünyası yaratdığı ədəbiyyatla, düşüncə ilə, anlayışla, görüşlə məni tanış edirsən. Çox təşəkkür edirəm, mənə bu gücü verdin, bu kitablarla tanış oldum. Lütfən mənə daha çox kitabları tanımaq, onları rahatca, qolayca oxuyub, onları hətta o gücü eləyə bilən, bunları bugünkü dilə çevirən və rahatca insanlar oxuya bilsin. Ya da əl yazmadan çıxadan çap yazmaya getirəm. Nə olar? Çox gözəl bir işdir. Var olun, sağ olun, gününüz, gecəniz hər vaxtınız xeyrə qalsın. Bir ayrı